Natural ədədi necə mərtəbələr şəklində ayıracağıq, bunu göstərdim. Amma onluq kəsir mərtəbələr şəklində göstəriləndə daha fərqli cür göstərilir. Məsələn, baxaq. AB tam onda S deyim. AB tam onda S. Yenə sən bunu 12 tam necə 12 tam onda 5 kimi tutalım oxumayacaqdın. 12 tam onda 5. Bu da elə AB tam onda S. Vergüldən sonra bir ədəd varsa onda deyirik, 2 ədəd varsa 100-də deyirik, 3 ədəd varsa 1000-də deyirik. Bunları adi onluq kəsirlər dərsində keçəcəyik. İndi deyirəm ki, AB tam onda S. Bunu necə açılış verəcəyik? Tam hissəni, bax, tam hissəni natural ədədə açdığın kimi atacaqsan. Natural ədədi, burada da yazmışam, fikir ver, qaydada. Tam hissəni natural ədədin mərtəbələrinin cəmi şəklində göstərdiyimiz kimi edirik. Tam hissəni necə edəcəyik? Natural ədəd etdiyimiz kimi edirik. Yəni 10A plus B. Bax, bu tam hissədir, düzdür? Vergilə qədər olan hissə tam hissədir. Tam hissəni 10A plus B. Natural ədəd necə ayırırdın? ABS-ni, ABSD-ni nə edirdiksə, o cür edəcəksən. Amma vergüldən sonraki hissəni, bax, vergüldən sonraki hissədə isə ilk gələn rəqəmi 0,1, ikinci gələni 0,100%, üçüncü gələni isə 0,1 kimi yazırıq. Onsuz da sən bilirsən ki, vergüldən sonra gələn 0,1-dir. Bunu elə normalda da tutalım, burada mən sənə 5,1 yazsam, vergüldən sonra gələn 0,1-dir. 0,1 niyə görə deyirəm? Çünki vergüldən sonra bir ədəd var. Əgər vergüldən sonra 2 ədəd varsa, biz ona 0,100% kimi baxacağıq, düzdür? Mərtəbə vahidi kimi. Ona görə də, bax, vergüldən sonra bir dənə gəlibsə, vergüldən sonra dərhal gəlibsə, demək vergüldən sonra 1 olacaq. Vergüldən sonra ikinci ədəddirsə, onda 0,1 olacaq. Üçüncü gələn 0,1 kimi yazırıq. Yəni 10A plus B plus 0,1 S plus 0,1-dir. Gəl bunu başqa bir variantda da baxaq. Məsələn, burada AB tam tutalım 1000-də SDY. Bu şəkildə baxaq. İndi deyirəm ki, bunu mərtəbə toplamlarının cəmi şəklində yaz. Mərtəbə toplamlarını cəmi şəklində göstər. Deyirsən ki, tam hissəni natural ədədə ayırdığım kimi ayıracağım. Yəni necə 10A plus B şəklində ayıracağım. Deyirəm, indi vergüldən sonraki hissəni ayır. Sən mənə deyirsən ki, ümumiyyətlə uşaqlar, biz mərtəbə vahidlərini ayırdığımız zaman vergüldən sonraki hissə necə adlanırdı? Vergüldən sonraki dərhalki hissə adlanırdı 10%, 10%, 100%, 1000%. Biz natural ədədlərdə arxadan başlayırıq. Düzdür? Tam hissə natural ədəd kimi sayılır da. Biz bura təklik, bura onluq dediyimiz zaman, amma onluq hissədə, bu vergüldən sonraki hissə onluq hissədir. Onluq hissədir, yəni kəsr hissədir, onluq kəsirdir də. Biri var adi kəsir, bir var onluq kəsir. Vergüllü ədədlərə biz nə deyirdik? Onluq kəsirlər deyirdik, düzdür? İndi onluq kəsirlərdə isə vergüldən dərhal sonra başlayırıq. Bu 10%, bu 100%, bu 1000% olur. Ona görə biz buna 0,1, buna 0,100%, 0,1000% kimi baxırıq. Yəni vergüldən sonra dərhal sonra gəldiyinə görə vergüldən dərhal sonra 1 yazıram. Tam hissəyə də 0 tam yazdığında, tam hissədə AB olduğuna görə daha tam hissəni götürməyib 0,1 S yazıram. Üstə gəl. Burada D-nin əvəzinə, burada D idi də, düzdür. D-nin əvəzinə D ikinci yerdə qalıb burada, düzdür ki, burası silim tezdən yazdım. S, D, Y. D ikinci yerdə qalıbsa, onda D-nin yerinə 1 yazıb, yerdə boş qalan hissələr 0 yazıram. O tam hissənin olsa 0 qəbul elədik, olacaq 0,01. Y-yə isə, Y-ni istəyirəmsə, Y-yə 1 yazıb, yerdə qalanlara 0 yazıram. O tam hissəni də 0 qəbul etmişdik. Olacaq, bu nə idi? S idi, bu D idi. Üstə gəl, indi Y-ni yazırdım, 0 tam. Burada S ilə D-nin əvəzinə 0, 0 yazıb, Y-yə də 1 yazıram. Yəni, vergül, bu niyə görə belə edirik? Və fikir ver, bunun rəngini dəyişim. Bircə dəqiqə, bunu hansına yaxşı olsun. Bax, fikir ver, niyə görə buna 0,1 S yazdıq? Silənə bastım, bilmədim. Bunu niyə 0,1 S yazdıq? Çünki S vergüldən sonra dərhal birinci ədəd olduğu üçün.
Vergüldən sonra bax bir dənə ədəd gəlir. Görürsən, burada vergüldən sonra bir dənə ədəd gəldiyini göstərir. D vergüldən sonra gələn ikinci ədəddir deyə yuxarıda bax burada. O burada da vergüldən sonra 2 ədəd göstərir. Y burada vergüldən sonra 3-cü ədəddir deyə ona görə bax vergüldən sonra 3 ədəd var. Görürsən? Ona görə 2 dənə 0, bir dənə 1 yazdım. Deyəcəksən, niyə bir dənə 1? Ədədin mənası olsun. Mən 0-dan 0, 0, 0 yazdım. Harayacam, bunun mənası yoxdur. Bir dənə 1 yazmalıyım ki, bir mənalı bir şey olsun. Ona görə orada 1 yazırıq. Bu da onluq kəsirlərin mərtəbə toplananlar şəklində göstərişidir. Bax, burada gör nə yazmışam. Üstü xətt misallarda misalı həll etmək üçün ancaq açılış ver. Sən istər 9-un toplusu, istər 11-in toplusu olsun, istər blok imtahanası, ümumiyyətlə hansı kitab, hansı vəsaitdən istifadə etsən, üstü bir xətt misalları həll etmək üçün mən sənə deyirəm ki, mütləq açılış verməlisən və mən bunu burada da qayda kimi qeyd etmişəm. Yəni nə demək istəyirəm? AB 7 fikir ver. AB 7. AB 7 nə deməkdir? Bu sənə demişdim, natural ədədin açılışı nə idi? Natural ədədin açılışında sondan önə doğru gedirdik. Təklikdir, onluqdur, yüzlükdür. Düzdürmü? Yüzlükdürsə nə deyəcəksən? Yəni mən A-nı götürürəmsə, A-dan arxada qalanların əvəzinə 0, 0 götürməliyim. A-nın özünə 1 götürürəm. 1, 0, 0, A olur. 100A. Ondaki niyə görə 100A oldu? 100 olma səbəbini sənə deyirəm ki, A-nın dayandığı mərtəbə yüzlük mərtəbəsidir. Mən sənə keçən dərs izah etmişdim ki, keçən dərsimizdə deyəndə videonun ilk hissədə keçən bundan əvvəlki qarşıda, yəni əvvəlki dəqiqələrdə sənə izah etmişdim ki, təklikdir, onluqdur, yüzlükdür. Bütün mərtəbələr bu şəkildə gedir. Təklik, onluq, yüzlük. Burada dayanan təklikdir, burada dayanan onluqdur, burada dayanan yüzlükdür. Düzdürmü? Ona görə 100A, 10B və 7. Təklikdəki, əslində 7 vur 1-dir, sadəcə 7-ni 1-i demirəm. 7. Bax, bu şəkildə açılış ver deyəndə bu şəkildə verəcəksən. Amma belə deyim, ədədin bu onun açılışıdır. Demək, bizdə topluda suallar var. İstər elə qəbul tipli suallar olsun, yəni sınaqlara gedəndə suallarla qarşılaşacaqsan. Orada sənə ədədin açılışı deyəndə bunu nəzərdə tutur. Ədədin rəqəmlərinin cəmi deyəndə başqa şey nəzərdə tutur. Məsələn, AB 7 ədədinin rəqəmlərinin cəmi desəm sənə, sən durub mənə 100A plus 10B plus 7 deyə bilməzsən. Rəqəm cəmi ayrı şeydir, ədədin açılışı ayrı şeydir. Bu ədədin açılışı idi, mən sənə öyrətdim. Ədədin açılışı deyəndə nəyi nəzərdə tuturuq? Mərtəbə toplananların cəmi şəklində göstərməyi nəzərdə tuturuq. Ədədin açılışı deyəndə nəyi nəzərdə tuturam? Onun mərtəbə toplananlarının cəmi şəklində göstərilməsini nəzərdə tuturam. Amma indi baxaq üstü xətt misalları necə həll edəcəyik. Məsələn, AB 7. Yenə deyirəm, bunu 10-11-ci siniflər artıq bilirlər, amma aşağı siniflər, məsələn 9 və ya 8 falan hələ bilmirlər, hələ belə suallarla tanış deyirlər. Indi sonraki dəqiqələrdə daha çətin tipli suallara baxacağım. Bu tip sualları necə həll edəcək? Açılış verirsən. Açılış vermək nə deməkdir? Mən sənə ədədin rəqəmləri cəmi şəklində yaz demirəm. Ümumiyyətlə, sən üstü xətt bir misal gördüyün zaman nə edəcəksən? Tək edəcəyin bir şey o misala açılış verməkdir. Rəqəmləri cəmi şəklində bəs nə zaman istifadə edəcək? Ədədin rəqəmləri cəmindən bəs nə zaman istifadə edəcək? Onu ancaq sənə məsələdə deyərsə, məsələdə onu sənə dili ilə deyir ki, ədədin rəqəmlərinin cəmi bu sözü sənə işlədir. Əgər o sənə bu sözü işlətmirsə, bu cümləni işlətmirsə, onda nə edəcəksən? Üstü xətt misal görəndə sadəcə açılış verirsə. Açılış vermək nə deməkdir? Ədədin mərtəbə toplanılan cəmi şəklində göstərmək deməkdir. Yəni, A-mız nə olacaq? 100A, 10B və sadəcə təklik 7 çıxılsın. Uşaqlar, siz bilirsiniz ki, ümumiyyətlə mərtəbə toplanılan cəmi şəklində göstərmək, yəni açılış vermək deyəndə biz orada arada toplama işarəsini nəzərdə tuturuq. Amma məsələn, ən çox səhvə yol verilən şey budur, diqqətsizlik edilən budur. 10A plus B-dir bunun açılışı. Bax, bunun açılışı 10A plus B-dir, AB-nin açılışı. Qarşıdakı çıxmaya görə ya sən bunu bu çıxmanı yaz mötərizədə 10A plus B yaz. Ya da mötərizəsiz yazacaqsansa bu
sən bunun üstündə bunun açılışını yaz. Bu çıxmaya görə ortadakı işarəni dəyişdir. Çıx 10A, çıx B olacaq. Qarşıdakı çıxma ifadənin içindəki ədədlərin işarələrini dəyişir. Yəni ortadakı işarə təsir edəcək. Çıx B olacaq, bərabərdir 133-ə. İndi bundan sonraki mərhələ nədir? Üstü xətt misallarda açılış verdin və sonra nə edəcəm? İkinci mərhələ. A-ları, B-ləri bir tərəfə, ədədlər bir tərəfə. Bax, 2 dənə qayda deyirəm sənə, yadında saxla. Əgər misalda həm A, həm B varsa, ədəd yoxdursa, bax, A-dan B var təkcə. Bu ədəddir, bu da ədəddir. Bir ədəd yoxdur. Sadəcə A-lar və B-lər deyində elə bir misala da baxacağam. Sadəcə A-lar və B-lər olarsa, bərabər qoyursan, A-ları bir tərəfə, B-ləri bir tərəfə yazırsan. Məsələn, 10A, burada da 7B. Hesapladım, A-ları bir toplayıb çıxdım, B-ləri bir toplayıb çıxdım. A-lar misalın bir tərəfinə gedir, B-lər misalın bir tərəfinə gedir, bərabərin bir tərəfinə gedir. Və ondan sonra deyirsən ki, A nəyə bərabərdir, B nəyə bərabərdir? A misalın bərabərliyin o üzündəki ədədə bərabər olur. B isə bərabərliyin bu üzündəki ədədə bərabər olur. A bərabərdir 7-yə, B bərabərdir 10 götürürük. Çünki burada niyə görə bunu belə edirik? Bərabərlik alınsın deyə A-nın yerinə neçə yazarsan ki, onu bunlar arasında vurma işarəsində, onu həmin ədədə vuranda 7-ni də B-nin yerinə neçə yazarsan ki, həmin ədədə vurduğun zaman misal bərabər alınsın, bərabərin xassəsini ödəsin. Onda biz A-nın yerinə ancaq 7 qoya bilərik ki, 10 vur 7, 70 eləyir. B-nin yerində ancaq 10 qoya bilərəm ki, 7 vur 10, 70 eləsin. Bərabərliyin sağ və sol tərəfləri bir-birinə bərabər olsun. Bu qısa qayda, bunu yadında saxla. İndi misalda ancaq A-lar və B-lər deyil də, ədədlər də var. Ədəd də var. Bax, 733. Onda nə edəcəksən? Onda A-ları və B-ləri aşağı sinifdən bildiyin kimi dəyişənlər sola, ədədlər sağa. A-ları, B-ləri misalın bir tərəfinə bərabər qoyub, boş ədədləri isə misalın bərabərliyin digər tərəfinə keçirəcəksən. Bax, 100A, burada ədədin işarəsi onun qarşısında yazılandır. Sənin adının qarşısında sənin soyadın var. Ədədin də qarşısında onun həmişə işarəsi onu nəzərə al. Yəni 100 ilə onu neyəcəm? Onun qarşısındakı işarə nədirsə odur. Yəni 100A çıx 10A eləyəcək 90A müsbət 10B. Bə həmişə deyirəm, işarə ilə danışın, işarə ilə danışın. Müsbət 10B-dir, mənfi B-dir. Yəni 10B çıx B olar, üstə gəl B olar. Yəni B-nin qabağında nədirsə odur. 10B çıx B. Elədi 9B. Bəs indi mən bura çıx 9B yazım. Üstəgəl 9B yazım. Nə yazım? Ona görə sənə deyirəm ki, işarə ilə danışmalısan. İşarə ilə. Mən necə işarə ilə danışıramsa, sən də elə işarə ilə danışmağı öyrən. Bilmirsən, aşağıda düşəcəz. Müsbət 10B. Burada da mənfi B. Mənə nə verir? Bu biri müsbət, biri mənfi olanda nə edirdik? İndi mən bunu tam ədədlər mövzusunu izah edəcəm. Böyükdən kiçik çıxıb böyün işarəsini yazırıq. Yəni 10B-dən modul böyük olan 10B, bu da 1B-dir. 10B-dən 1B çıxacam, qalacaq 9B. Böyük olan 10B idi axı. Onun işarəsi müsbətdir, yəni müsbət 9B qalır. Demək ki, mən sənə dedim axı 10B çıx B qaldı 9B. 9B-nin qabağına mən mənfi demirəmsə, demək ki, o ədəd müsbətdir də. Müsbət 9B olmuş olacaq burada. 90A plus 9B. Mən sən nə demişdim? Misalda hərflər varsa, A ilə B sola, bərabər, ədədlər sağa. 133 ilə öz evindədir, bax. Burada da bərabər var, burada da bərabər var. Eyni bərabərdir də. Burada bərabərin sağındadır, burada da bərabərin sağında yazdım. Yəni, evində yerini dəyişmədi ki, yer dəyişmə eləmədisə, işarəsi olduğu kimi qalır. Amma müsbət 7 burada bərabərin sol tərəfindədir. İndi isə bu bərabərliyin sağı daxı, bu da bərabər. Eyni bərabərliyi də bura düşürtmüşəm. 7 ədədi soldan sağa keçdiyinə görə çıx 7 olacaq. 90A aşağını sileyim qoy. 90A plus 9B bərabər 133-dən 7 çıxdığım zaman 126. İndi baxırsan, bura gəlib çatanda dayanırsan. 90A plus 9B. Bu tip misallarda ortaq vuruq varsa, ortaq vuruğu çıxardırıq. Misalın doğru yazdığı hardan biləcəksən? Əgər çıxartdığın ortaq vuruğa buradakı ədəd həmin ədədə bölünürsə, demək ki, sən misalı düz getmirsən. Niyə bölməlisən? Çünki burada ortaq vuruq çıxartanda vurma işarəsidir. Qalacaq 10A plus B bərabər 126-nı 9-a böldüyüm zaman 12 içində bir dəfə, orada da 36-da 4 dəfə 14. 10A plus B 14. 10A plus
plus B nə deməkdir? Artıq sən bunu deyəndə avtomatik sənin beynində yaranmalıdır ki, bu AB üstü xətt deməkdir. 10A plus B nə idi? AB üstü xətt idi. 100A plus 10B plus C nə demək idi? ABC üstü xətt demək idi. Sən bunları artıq başa düşməlisən. Bu da elədir 14. Yəni mənim ədədim o AB ədədim 14 imiş. Buradan nə ortaya çıxır? A-m 1 imiş, B-m 4 imiş. Çünki bu təkliyi, bu onluğu bildirirdi. İndi burada misalda nəyi soruşur məndən? A plus B-nin cəmini tap deyir. Hə, A-m 1, B-m 5, bu da elədir 5. Bu qədər sadəymiş, gördünmü? Cüt və tək ədədlər, yəqin ki, sən bunu aşağı sinifdən onsuz da bilirsən, cüt tək ədədlər nə deməkdir? Yəni, son 0, 2, 4, 6, 8 rəqəmlərlə bitən ədədlər və ya 2-yə bölünən ədədlər. Bütün cüt ədədlər 2-yə bölünməlidir. 2-yə bölünən ədədlər cüt ədədlər adlanır. Ümumi yazılışı, düstur şəklində yazılışı necə olacaq? 2n minus 2. Bax, cüt ədədləri, mən bunu uşaqlar o qədər deyirəm. Məsələn, deyir ki, ardıcıl 3 cüt ədəd verəndə uşaq onu düstur şəklində yazıla bilmir. Cüt ədədlərin düstur şəkli yazılışı 2n minus 2-dir. Bunu unutma. Bax, buranı var ha. Buranı əzbər bil. Çünki misallarda uşaqlar səhvə yol verirlər. Deyir ki, çoxdur bu suallardan. 3 ardıcıl cüt natural ədədin cəmi falan 168-də tutalım. Yazır n plus 2, n plus 4. Ödəyən misallar da var. Aşağı sinif dərsliklərində indi dediyim ödəyir. Amma yuxarı sinif dərsliklərində və ya bəzi testlərdə demiyorlar ki, yəni yuxarı qalxdıqca artıq o ödəmir. Cüt ədəd düsturu deyəndə birincisi 2n'dir, ikincisi 2n plus 2'dir, üçüncüsü 2n plus 4'dür. Ardıcı olaraq deyirsən ki, 2 artır 2n plus 6 olacaq növbəti bu şəkildə gedir. Amma çox azca 3 dənəsini deyir. Elə mən sənə 3 ardıcıl cüt natural ədəd deyəndə 2n, 2n plus 2, 2n plus 4. Mənə n plus 2, n plus 4 deməyin uşaqlar. Çünki o artıq qaldı aşağı sinifdə. Aşağı siniflərdə ödəyirdi. Amma yuxarı qalxdıqca artıq o düsturla misallar ödəmir. Misalların cavabı səhv çıxır. Yəni əsas düsturu budur da. Bunun düsturu budur. Sonra aşağılar tək ədədlər, bəs sonu 1, 3, 5, 7, 9 rəqəmlərlə bitən ədədlər tək ədədlərdir. Tək ədədin düsturu nədir? 2n minus 1. 2n minus 1 birincisidir. 2n minus plus 1 ikincisidir. 2n plus 3 üçüncüsüdür. Mənə başqa düstur deməyin. Bu ödəyir. Bütün misallarda, yəni bunu ödəmədiyi misal olmayacaq. Bunlar həmişə ödəyəcək. Ardıcıl natural ədəd desəm sənə n plus 1, n plus 2'dir. Bunları əzbər bilirik. Bunu əzbərləməyə gərək yoxdur, ehtiyac yoxdur. Kim durub bunu əzbərləyər? Yəni vurma cədvəl deyir ki, bunu əzbərləyim. Yerinə ədəd qoy getsin də. Məsələn, tək ədəd üstə gəl, tək ədəd deyir, 3 ədəd verir. Tək ədəd götür. 1 üstə gəl, 3. İndi sən bunun nə verəcək? 4. Demək ki, tək ədədlə tək ədədi topladın, sənə cüt verdisə, bu bütün natural ədədlərdə, yəni 100 üstə gəl 101'i götür, tək ədədlə tək ədəd deyildi. Məsələn, 101 üstə gəl 103'ü götür, yenə ödəyəcək. Yəni istənilən natural ədəd üçün bu ödəyəcək. Kiçik ədədləri götürüb yoxlayıb yerinə qoyanda ödəyəcək. Tək ədəd, məsələn, deyir tək ədəd üstə gəl cüt ədəd. Misal verib mənə, deyir tək ədəd üstə gəl cüt ədəd. Sən də durub bunu əzbərləmirsən, tək ədəd üstə gəl cüt ədəd mənə tək ədəd verir. Ondan sonra yerinə rəqəm qoy. Tək ədəd 1'dir, cüt ədəd tutalım deyirəm 4'dür. 1 üstə gəl 4 bərabəri 5. Əgər təklə cütü toplayanda mənə 5 təki verdisə, demək ki, bütün natural ədədlərdə təklə cütü toplayanda mənə tək verəcək. Yəni əzbərləməyə ehtiyac yoxdur. Yerinə rəqəm qoymaqla yoxlaya bilərsən. Bircə nəyə əzbərləməyi istəyirəm? Bu qaydanı. Bu qaydanı sənə tanış deyil. Mən sənə 2 üstündə 21, 2 üstündə 21 versəm, üstü bax 2 üstündə 21. Üstün nə olmasının önəmi yoxdur. Əgər tək ədəd üstü n vermişəmsə, yenə tək ədəd alınacaq. Yəni qüvvətin önəmi yoxdur. Qüvvətin önəmi yoxdur. Bax, tək natural ədəd aşağıda yazmışam. Tək natural ədədin qüvvəti də hansı natural ədəd olarsa fərqi yoxdur. Cavab tək ədəd alınacaq. Yəni mən sən çaşmağı istəmirəm. Sən deyəsən ki, tək ədəddir də tutalım. Bəs təkin üstü cüt olarsa, onda bunun cavabı nə olacaq? Üstün önəmi yoxdur. Qüvvətin hansı natural ədəd olmasının fərqi yoxdur. Qüvvət natural olmalıdır da, bunu bilirik. Qüvvətin yerində hansı natural ədəd olmasının bir fərqi yoxdur. Aşağısı təkdirsə cavab tək alınacaq. Aşağısı cütdürsə, tutalım 4'dürsə cavab cüt alınacaq. Bunu bir dəfəmlik başınıza yazırsınız. Oldu mu? Çox qəşəng qaydadır. Ufaq bir qaydadır. Məsələn, 3 üstü 21 vermişəm.
Yuxarının nə olması, bax, yuxarının nə olmasının önəmi yoxdur. Bax, bu tək ədəd verəcək cavabda. Bax, tək ədəd verəcək. Bu cümləni birində tək sözü burada, birində buradadır. Cümlələri yaxşı yazmamışam. 321, 322. Burada da bu 3 təkdir, bu 3 təkdir. Yuxarının mənə önəmi yoxdur. Əsasın, əsas qüvvət. Aşağı əsas sayılır, yuxarı qüvvət sayılır. Əsas nədirsə, cavabımız odur. Yaxşımı? Çünki misalın əsası 3 tək ədəddir qeyd eləmişəm. Görürsünüz, 1-1. Cüt natural ədəd üçündə bu qayda belədir. 421, 422. Bu 21, 22-nin təkcid olmasının məncə önəmi yoxdur. Əsasımız, qüvvətin önəmi yoxdur. Əsasım nədirsə, istəyir 4/101 yazım. Cavabın tək bir cüt olduğunu soruşursa məndən, qüvvətin məncə önəmi yoxdur. Əgər mənim əsasım 4 cütdürsə, cavabım da cüt alınacaq. Yaxşımı? Çox qəşəng qaydalardır. Qüvvətin nə olmasının, bax, təkrar yazmışam. Qüvvətin nə olmasının mənası yoxdur. Əsası, yəni aşağıda dayanan cütdürsə, cavab cüt, təkdirsə cavabdır uşaqlar. Cavab tək olacaq. Yaxşımı? Görürsünüz necə bitcə nöqtə yazmışam da. Yəni bu cür qayda kitabı siz tapa bilməzsiniz də. Bütün qaydalar bir yerdə olsun və o sırf belə sadə dildə yazılsın. Sonra burada qeydlər vermişəm. Ardıcıl tam ədədlər. Ardıcıl tam ədədlər, yəni tam ədəd deyənə nəyi nəzərdə tuturuq? Tam ədədimiz nədir bizim? Tam ədəd demək mənfi, 0 və müsbət ədədlərin birgə yazılışıdır. Mən sənə deyirəm ki, mənfi 5 ilə 3 arasında bu aralıqda neçə tam ədəd var? Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Bax, burada 0-ı götürürsən. Tam ədəd soruşuramsa 0-ı götürməlisən. Bunu unutma. Olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 0-ı götürürsən. Tam ədəd sayı istəyəndə, yadında saxla ki, bir aralıqda tam ədəd sayı istəyirsə 0-ı götürürsən. Natural ədəd, o həmin o aralıq vermişdim sənə. O aralıqda mən səndən natural ədəd istəsəydim, sən orada nə mənfiləri götürəcəkdin, nə də 0 götürəcəkdin. Neyəcəksən? Ancaq natural müsbət ədədləri götürəcəksən. Yaxşımı? Demək, ardıcıl sözü olduğuna görə düsturumuz n+1, n+2 ilə gedir, gördüyün kimi. Ardıcıl cüt natural ədədlər mənfi 2, 0, 2, 4, cüt ədədlər 2 gedən ədədlərdir də 2n, 2n+2, 2n+4 şəklində gedəcək. Ardıcıl tək tam ədədlər mənfi 3, mənfi 2, mənfi 1, mənfi 3, mənfi 1, müsbət 1, 3, 5, 2n-1, 2n-1, 2n+1, 2n+3 şəklində gedir gördüyün kimi. Mən sənə hər hansı, bax bu qeydlərdir, vacib qeydlərdir. Sən topluluğunu işləyərkən sənə hava, su kimi lazım olacaq qeydlərdir bunlar ki, sən bu qeydləri heç bir kitabda durub bir yerdə hamısı belə tapa bilməyəcəksən. Nə də ki, imkan da çatmır axı o qədər qayda kitabını alıb yığasan. Nə də ki, heç bir belə mükəmməl şagird, oxuyan şagird o qədər də qayda kitabını qarşısız. Evində olsa belə, heç almağı demirəm. Tutalım ki, evində var o qayda kitabları, yenə sən açıb qarşıya qoyub o qayda kitablarının hamısına bir-bir baxmayacaqsan. Görün burada bu qayda var, yoxsa yox, baxmayacaqsan. Bilirəm ki, baxmayacaqsan. Çünki sözünə baxmaq olar. Həm də test işləyərkən də durub bu qədər açıb baxmaq olmur axı. Daha nə oldu, sən test işləyirsən, yoxsa qayda kitabında qayda axtarırsan orada. Mən bütün sənin qarşıva çıxa biləcək bütün qaydaları hamısını bir yerə yığmışam. İstər toplu işlərkən, istər sınaqda olarkən, blok imtahanı olsun, buraxılış tipli olsun, nə olursa olsun, mən bütün qaydaları bir yerə yığmışam. Hamısı bir yerdə var. Bu PDF-i qəşəng-qəşəng oxuyursan, öyrənsən, əzbərləyirsən, sonra gedirsən, topluluğunu işləyirsən. Hər hansı sırada, bir də demişdim də, bu PDF-i WhatsApp nömrəmə yazıb, oradan əldə edə bilərsiniz. Hər hansı sırada neçə ədəd var tapmaq üçün. Məsələn, mən deyirəm ki, sənə bir dənə bir şey deyək də, nə deyək? Tutalım ki, 15-dən 95-ə qədər bu sırada neçə ədəd var? Belə yazmayaq, belə 15, 16, 17, 18 demişəm, gedib 95-də də yapmışam. Deyirəm ki, sənə bu sırada neçə ədəd var? Sən bu sırada durub 15-dən 95-ə saymaq əvəzinə nə edirsən? Buradakı ədədlərin ədəd sayını tapmaq üçün nə edirik? Sonuncudan
əvvəlincini çıxıb onlar arasındakı ədədlər arasındakı fərqə bölüb. Ədədlər arasındakı fərq deyəndə 95-dən 15 çıxıb həmin ədədə bölmürsən. Yəqin ki, hamımızın ağlına gələn ilk şey oldu. Kimin ağlına gələn bu oldusa, şərhlərdə yazsın ki, hə, bizim ağlımıza gələn olmuşdur. Yəni, ədədlər arasında fərq deyəndə sən məxrəcdə nə yazmışam burada? Ədədlər arasında fərq. Ədədlər arasında fərq deyəndə sən 95 çıx 15-i nəzərdə tutmuşsansa, bura şərhlərdə yaz mənə. Hə, demək 95 çıx 15 sonuncudan İlkincini çıxdım, ilki çıxdım. Ədədlər arasındakı fərqə böl deyirəm. Ədədlər arasındakı fərq bilsin nədir uşaqlar? Həmin sıradakı ədədlər arasındakı fərq deyirəm. Həmin sırada 15-dən 16-ya, 16-dan 17-yə, 17-dən 18-ə tullanarkən onlar arasındakı fərq neçə idi? 15-dən 16-ya sən gedərkən 1 vahid atlanmasa, 16-dan 17-yə gedəndə 1 vahid, 17-dən 18-ə gedəndə 1 vahid. Mən bunlar arasındakı fərqi nəzərdə tuturam, düstur onu nəzərdə tutup bölürəm 1-ə və düsturun özünündür. Yəni mən özümdən deməmişəm. Burada da plus 1 var, düsturun özünündür. 95-dən 15-ə çıxdığım zaman qalır 80. 80-i 1-ə böldüyüm zaman hələ 80. Üstünə 1 gəldiyim zaman eləyir 81. Bu qədər sadəymiş. Oldu mu? Görürsünüz nə qəşəngdir. İndi bax, gəl bu misala bax, burada yazdığım misala 2, 4, 6, 8, 10, 12, 14 sırasında neçə ədəd var? Deyəcək saymadım ki, sayaq da 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd var deyəcəksən mənə. Bəlkə sənə ümumiyyətlə imtahanda belə asas sual verər. Təbii ki, sənə burada verəcək 1 rəqəmli ədəd, burada verəcək 3 rəqəmli ədəd, 2, 2 atsın tutalım. 2, 4, 6, 8, burada da gedir 102. Deyəcəm bu sırada neçə ədəd var? 102-yə qədər oturub sayacaqsan. Təbii ki, saymayacaqsan da mən sənə düstur öyrətmişəm. Neyniyəcəksən? Sonuncudan əvvəlincini çıxıram. Aradakı fərq bilirsiniz nədir? Ədədi silsilə bilən uşaqlar, 9-cu sinifi bitirmiş uşaqlar ədədi silsilədə bilir ki, D, silsilə fərqi. Yəni, birinci hədlə ikinci hədd arasındakı fərq deyirəm və dayanıram. Burada sizin başınızı qatmıram, oraya gəlib keçəcəyik hələ. Burada isə sadəcə belə yadda saxla ki, ədədlər arasında fərq. Yəni, bu birinci yerdə, ikinci yerdə, üçüncü yerdə, dördüncü yerdə bu ədədlər neçə arta gediblər. Artım sayına bölürük. 2-dən 4-ə, 4-dən 6, 6-dan 8-ə, 2-2 artdığına görə sonuncudan əvvəlincini çıxıb aradakı fərq 2-dir. 2-yə bölüb plus 1-də düsturun öz biri idi. Plus 1-ə bölürəm. Oldu mu? Gedirəm cəmi tapmağa. Cəmi nədir? Bax, cəmi. Mən sənə sayını öyrətdim. Bəs sayı düsturu nədir? İndi onu izah edəcəmsə, sayı deyirəm, üzr istəyirəm. Cəmi düsturu nədir? Cəmi düsturu nə deməkdir? Yəni, mən sənə bir sıra vermişəm. 2, 4, 6, 8, nöqtə, tutalım 24. Deyirəm, bu sıradakı ədədlərin sayı desəydim əgər, sən deyərdin ki, sondan əvvəli çıxıb, bunlar arasındakı fərq 2-2 artdılar da, 2-yə bölüb üstünə 1 gələcəkdim. Onun sayı düsturuydu. Bəs bu ədədlər, bu sıradakı ədədlərin cəmi desəm, deyirəm ki, 2-dən 24-ə qədər olan ədədlərin cəmi. Cəmi düsturu nədir? Cəmi düsturunda sayı vurursan, sayını tapmağı bəyə öyrənin. Sayını vurursan, sonu yazmağıma bax, son plus ilkin cəminə. Sayı vurursan, son plus ilkə. Bax, bunu burada düstur kimi qeyd etmişəm. Say, cəm. Cəmi burada göstərmişəm ki, belə yazım. Cəm bərabərdir. Sayı vur. İlk üstəgəl son. Sonun cəminə. İlklə sonun cəminə sayını vururuq. Düsturumuz budur. Bu bizim düsturumuz olacaq. İndi gəl belə bir ədədə baxaq, belə misala baxaq. Deyirəm ki, bu sıradakı olan ədədlərin cəmi 7 onların sayıydı. Tapdıq sayı vurduq. İlklə sonun cəminə 16, 7-ni 16-ya vuruq, 112. Məncə çox sadədir. Məncə başa düşmüş olacaqsan. Gəl belə bir sual verim. Şərhlər bölməsində mənə mütləq cavabını yazarsan. Demək, belə bir misal verim sənə. 1, 3, 5, 7, nöqtə, 31. 31. Bu sıradakı ədədlərin sayı, sual,
cəmi neçə ədəd var və cəmi. Bu sıradakı ədədlərin cəmi nə qədərdir? Bunu şərhlər bölməsində mənə mütləq qeyd edərsən, sənə cavab yazacağam. Sonra keçək natural ədədin bölmə əlamətləri. Natural ədədin bölmə əlamətləri, bölünmə əlamətləri. Bölünmə əlamətləri nə deməkdir? Yəni 2-yə bölünmənin qaydası var. Hazır şəkildə biləcəksən bu ədəd 2-yə bölünürmü, bölünmürmü? 3-ə, 4-ə, 5-ə, 6-ya, 7-yə. 2-yə bölünməyi yəqin ki, aşağı səviyyədən artıq bilirsiniz. Sonu cüt rəqəmlə bitən ədədlər 2-yə bölünür. Sonu cüt rəqəmlə bitən ədədlər 2-yə bölünür. 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi 3-ə bölünərsə, bu ədəd 3-ə bölünür. Rəqəmlərinin cəmi 3-ə bölünərsə, məsələn 123, rəqəmləri cəmi. Rəqəm cəmi deyən nəyə nəzərdə tuturuq? Ədədin rəqəmlərini bir-bir. Rəqəm deyəndə mən ədəd buradakı mərtəbə vahidini demirəm. Mən rəqəm deyirəm. 123 ədədi hansı rəqəmlərdən təşkil olunur? 1, 2, 3 rəqəmlərindən təşkil olunur, düzdürmü? 1, 2, 3 rəqəmlərinin cəmini götürürük. Rəqəmləri cəmi 6 eləyir. 6 3-ə bölündüyü üçün, tam bölünür, qalıq qalmadığı üçün 123 ədədi də 3-ə tam qalıqsız bölünəcəkdir. 4-ə bölünmə əlaməti nədir? Son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Məsələn, 624 tutalım. Deyirəm 24-ə bölünürmü? Deyirsən ki, son 2 rəqəmin əmələ gətirdiyi ədəd var. Rəqəmlər 2 ilə 4-də, son 2 rəqəm 2 ilə 4-dür. 2 ilə 4-ün əmələ gətirdiyi ədəd, son 2 rəqəmin əmələ gətirdiyi ədəd. Rəqəmlər birləşir, nə edir? Ədəd əmələ gətirir. 2 ilə 4 nə əmələ gətirdi? 24 əmələ gətirdi. Əmələ gətirdiyi ədəd 24 4-ə tam bölünürsə, 624 ədəd. Bu ədəd böyük də ola bilərdi. Qabağında başqa rəqəmlər də yazılır. Uzun bir ədəd ola bilərdi. 24 ədədi 4-ə tam bölündüyünə görə 624 də 4-ə tam bölünəcəkdir. Yəni bizə bu suallar necə düşür? 4-cü sinifdə, 5-də, 6-da bu sualların çox qarşılaşmışıq. Bizə çoxlu ədədlər verir. Deyir, içindən 4-ə bölünənləri seçin. İçindən 4-ə bölünən ədəd var içərisində bu şəkildə. Sonra 4-ə bölünmə dedi. Bir də 4-ə bölünmənin digər qaydası nədir? Sonu 2 sıfırla bitərsə, istənilən bir ədədin, bax 15600 yazmışam. Son 2 rəqəmi 0 olarsa 4-ə bölünəcək. Son 2 rəqəmi 3 dənə 0, 4 dənə 0 olarsa, onları olsa, yəni belə də olsa olardı. Yəni axır ki, orada ən az 2 dənə 0 olsun da. Son 2 rəqəmi ən az 2 dənə 0 olan ədədlər 4-ə bölünəcəkdir. Sonra 5-ə bölünmə əlaməti nədir? 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünəcəkdir. 6-ya bölünmə əlaməti nədir? Eyni zamanda 2-yə və 3-ə bölünməlidir. Eyni zamanda, eyni anda bu ədəd həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir. Məsələn, baxın, 123 ədədi dedik ki, 3-ə bölünür. Hardan bildik ki, rəqəmlərin cəmi 3-ə bölündüyü üçün. Amma bu ədəd 2-yə bölünmür axı. 3-ə bölünmüşdür. Razıyam, amma 2-yə bölünməyi bacarmadı. 3-ə bölündüyü halda 2-yə bölünə bilmədiyi üçün bu ədəd 6-ya bölünməyəcək. Eyni zamanda, məsələn, 132 ədədini götürüm. 132 ədədi həm eyni zamanda 2-yə bölünür, sonucu olduğu üçün 2-yə bölünür, həm də 3-ə bölünür. Niyə görə? Rəqəmlərin cəmi 6 edir 3-ə bölündüyünə görə. Eyni zamanda 2-yə də bölünməyi bacardı, 3-ə də bölünməyi bacardı. Onda bu ədəd 6-ya bölünməyi bacarır. Yəqin ki, aydındır. Bir də mən izah edəylə nəyə başa düşmürsünüzsə, şərhlər bölməsində yazın. Yəqin ki, yazacaqsınız, tez-tez danışırsınız. Tez-tez danışmağım da problemdirsə, onu da yazın. Başa düşmürsünüzsə yazın. Bilim ki, nəyi başa düşmürsünüz, necə başa düşürsünüz. Natural ədədlər mövzusunu mən birinci dəfə çəkmirəm. Bu kanalı artıq mən neçə ildir Riyaziyyat TV kanalını işlədirəm. Sadəcə bir neçə ildir burada yox idim. Heç bir video paylaşmırdım. Paylaşımlar eləmirdim. Dərs keçirdim, düzdür. Onlayn dərslər hər zaman keçirəm. Amma ki, video paylaşmağa vaxtım çatmırdı. İndi yay tətilidir, videoları yenidən çəkib paylaşıram. Mövzuları bir başdan çəkəcəm. Toplumda izahını verəcəm. İnşallah sizə hər birini də PDF şəklində əldə edə bilərsiniz məndən. İndi baxaq, 126 ədədi cütdür. Bunu dedim ki, həm cüt olduğuna görə 2-yə bölünür, həm də rəqəmlərin cəmi 3-ə bölünür deyə 126 ədədi 3-ə tam bölünəcək. 7-yə bölünmə əlaməti nədir? 7-yə bölünmə qaydası nədir? Bax, yəni çox kitabda bunu tapa bilməyəcəksən. 7-yə bölünmə əlaməti nədir? Amma bu çox lazım olur bizə. Son rəqəmini 7-yə vur. Sonra qalan hissədən alınan nəticəni çıx. Alınan yeni ədəd 7-yə tam bölünərsə, bu ədəd 7-yə bölünür. Bax, son rəqəmini 2-yə vur. Məsələn,
203 bölü 7. Deyirəm, böyle 7-yə bölünür. Deyirsən, ay müəllim, son rəqəmini 2-yə vuracam. Bu qaydadır. 2-yə vuracam. Sonra qalan hissə nədir? Sən burada 3-ü götürmüsən. Qalan hissə 20-dir də, düzdür. 20-dən alınan nəticə budur da. Alınan nəticə, sən nəticə xəttə bax. Alınan nəticəni çıx. Bərabər 14. Görürsünüz? Alınan nəticəni çıxdığımız zaman qalan cavab 7-yə bölünürsə, demək ədədimiz 7-yə bölünür. Qaydamız nə idi? Təkrarlayaq, dəstə öyrənək. Son rəqəmini, verilən ədədin son rəqəmini 2-yə vur. 2 misalın qaydanın öz ikisidir də. Yəni mən özümdən demirəm bunu. Son rəqəmini 2-yə vur. Yerdə qalan o hissə ki var idi, son rəqəmdən qabaqki hissədən alınan nəticəni çıx. Alınan nəticə çıxandan sonra o alınan cavab 7-yə bölünərsə, bu ədəd 7-yə bölünəcək deməkdir. 8-ə bölünmə əlaməti nədir? 4-ə bölünmə əlamətinə oxşuyur. Son 3 rəqəmi ya 0 olsun, ya da son 3 rəqəmini əmələ gətirdiyi ədəd 8-ə bölünsün. Məsələn, bu ədədin son 3 rəqəmi 160-dır. 168-ə bölündüyünə görə bu ədədin özü 8-ə bölünəcək. 9-a bölünmə qaydası 3-ə bölünmə qaydası ilə eynidir. Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Amma sənə deyim ki, bütün 3-ə bölünən ədədlər 9-a bölünməyəcək. Amma bütün 9-a bölünən ədədlər 3-ə bölünür. 10-a bölünmə qaydası nədir? Bir dənə 0 olan ədəd mütləq 10-a bölünəcək. Sonu 0-la, bir dənə 0-la bitsin bəsdir. Çoxu 0-la da bitər, amma bir dənə 0 olsa artıq biləcəm ki, bölünür. Yaxşı mı? 11-ə bölünmə qaydası nədir? Qəşəng qaydası var. Müəllimlərin işə qəbulunda, blok imtahanında, nə bilim, çətin tipli yerlərdə istifadə olunur bu sual. 11-ə bölünmə qaydası. Ədədin tək yerdə duranlarından, tək yerdə duran rəqəmlərin cəmindən cüt yerdə duranların cəmini çıxarıq. Baxın. Mən bir ədəd yazmışam. Onun tək yerdə duranları və cüt yerdə duranları da. Tək yerdə duranların üstünü nöqtə ilə, cüt yerdə duranlarını aşağıdan oxla qeyd eləmişəm. Baxın, bu 9, 8 tək yerdə 1-ci, 3-cü, 5-ci nöqtə ilə qeyd elədiklər tək yerdədir. Onların cəmi 35 eləyib. Cüt yerdə duranların cəmi 10 eləyib. Çıxmışam eləyib 25. Alınan nəticə 25 11-ə bölünmədiyi üçün verilən bu uzun ədəd də 11-ə bölünməyəcək. Oldu mu? 11-ci qayda 12-ə bölünmə əlaməti nədir? 3-ə və 4-ə eyni zamanda bölünsün. 6-ya bölünmə qaydası kimidir? Yəni 3-ə və 4, 3-ə bölünüb 4-ə bölünməsə bu ədəd onda 12-yə bölünməyəcək. Həm 3-ə, həm 4-ə bölünməlidir eyni zamanda ki 12-yə bölünə bilsin. 15-ə bölünmə qaydası 3-ə və 5-ə eyni zamanda bölünməlidir. 25-ə bölünmə qaydası sonu ya qoşa 0 olsun, ya da son 2 rəqəmi 25-ə bölünsün. Yaxşı mı? 6-cı sual qəbula düşmüş tip sualdır. Bu sual bir neçə dəfə istifadə olunub, sınaqlarda da istifadə olunub, qəbulun özündə də istifadə olunub. Suala baxaq. Deyir, AB ədədini 9-a böldükdə qalıqda 3 alınır. AB ədədini 9-a böldükdə qalıqda 3 alınır nə deməkdir? Yəni bizim bu ədədimiz A üstə gəlsin B. Qalıqda 3 alınırsa, bir də üstə gəlsin 3-dür. Belə tip suallarda nə edəcəksən? 9-a bölündükdə qalıqda 3 alınır deyirəmsə, ümumiyyətlə istənilən bir ədəd. Məsələn, 5-ə bölündükdə qalıqda 2 alınır. Elə ədədin özünə bölünən ədəd elə ədədin özüdür də, düzdür. Məsələn, 5-ə bölündükdə deyəndə 5-ə bölünən ən kiçik ədəd hansıdır? Elə 5-in özüdürsə, sən ədədi 5 götür. 9-a bölündükdə, elə 9-a bölünən ən kiçik ədəd 9 olduğuna görə, sən 9-a bölünən deyir 9-a böldükdə, 9-a bölünən həmin ədədini elə 9 götür. Qalıqda 3 qalırsa, sən bilirsən ki, qalıq bölünənin üstünə gəlir də, 9-un üstünə 3 gəlməliyəm 12. Demək, bu AB ədədi 12 ədədiymiş ki, 9-a bölünəndə 9-a bölünəndə 12 qalırmış. 9-a bölünən ədəd 12 ədədiymiş ki, 9-a böldükdə 1 qalacaq. Bizə cavab olsa demirdi ki, neçə qalsın. Qalıqda da 3 qalacaq. Bizə bu ödədir. 9-a bölünür, bölünəndə qalıqda 3 qalır. Bu bizə ödədir. İndi deyir ki, ABC ədədi 9-a tam bölünərsə, C-ni tap. ABC ədədinin 9-a tam bölünərsə, 9-a tam bölünən ədədlər hansılardır?
9, 18, 27. Biz də ən kiçiyini götürürük də elə. İndi 9 ola bilməz. Çünki AB-nin özü 12-dirsə, onda bunun yanına da bir S yazanda bu cəmi nəzərdə tutur. Amma AB demirəm 12-dir. Bizə deyir ki, ABC ədədi 9-a tam bölünür. Mən də 9-a tam bölünmə qaydası bilirəm ki, rəqəmlərinin cəmi olmalıdır da. Rəqəmlərinin cəmi mənə ya 9 verməlidir, ya 18 verilməlidir ki, bu ədəd 9-a bölünsün, düzü ya 27 verməlidir. Mən də deyirəm ki, AB-nin əgər özü 12-dirsə, S-yə də 6 desəm, 12 üstəgəl 6, 18 eləyəcək və ABC-nin rəqəmlərin cəmi 18 elədiyinə görə bu ədəd tam 9-a bölünəcək. Demək, S ədədi 6 imiş. Yenə deyirəm, uşaqlar, mən sənə deyirəm ki, burada AB ədədini 9-a böldükdə, bax, bu cümlələrlə topluda çox qarşılaşacaqsan. Hansı ədədə böldükdə deyirəmsə, onda həmin ədədi elə özü götür. Çünki AB ədədi 9-a böldükdə deyəndə, demək ki, elə AB ədədi 9-a bölünməli. Sən deyəcəksən ki, sən necə AB-ni 9 götürürsən, düzdür? AB-ni necə 9 götürürəm? AB-ni 9 götürmürəm. 9-a bölünmə qaydası rəqəmləri cəmi daxil. Deyirəm, fərz edirəm ki, AB-nin rəqəmləri cəmi. A-nın B-nin yerinə neçə deyəni mən bilmirəm. Onun rəqəmlərin cəmi toplayanı 12 eləyir ki, rəqəmləri cəmi 9-a böləndə qalıqda 3 qalıb da. 9-a böldükdə qalıqda 3 qalıb. İndi mənə deyir ki, ABC də 9-a tam bölünür. ABC də 9-a tam bölünür. 9-a tam bölünmə qaydası rəqəmlərin cəmi 9-a bölünməlidir. Rəqəmlərin cəminin 9-a bölünməsi üçün də mən AB-ni 12 tapmışam. Üstünə neçə gəlim ki, 9-a tam bölünsün? 18 olsa 9-a tam bölünəcək. Burada niyə görə mən cəmdən söhbət eləyirəm? Çünki 9-a bölünmə qaydasına görə. 9-a bölünmə qaydası rəqəmlərin cəmidir, ona görə. 7-ci suala baxın. Deyir ki, bax, belə suallar topluda çox qarşılaşacaqsan. Ona görə mövzu izahında bunlara baxıb öyrənməlisən. 3A, 6, B, 7. 5 rəqəmlər də 3-ə tam bölünərsə. 3-ə tam bölünərsə bu nə deməkdir? 3-ə tam bölünmə o deməkdir ki, bunun rəqəmləri cəmi 3-ə tam bölünür. Yəni deyirəm ki, 3, 6 eləyir 9, 9, 7 eləyir 16. Üstəgəl A, üstəgəl B. Bu 3-ə tam bölünməyi bacardı. Yaxşı. Deyir A plus B cəmi aşağıdakılardan hansı ola bilməz? İndi 3-ə tam bölünürsə əgər 16-nın üstünə nə gələndə 3-ə tam bölünəcək? 3-ə bölünməkə 18, yəni 2 gəlsən bölünəcək 18. Sonra 16-nın üstünə 24, 8 də gəlsəm tam bölünəcək, düzdür? 5 gəlsəm 21 tam bölünəcək. 8 gəlsəm 24 tam bölünəcək. 11 gəlsəm 27 3-ə tam bölünəcək. 14 gəlsəm tam bölünəcək. 17 gəlsəm tam bölünəcək. Amma 9 gəlsəm 3-ə bölünməyəcək. Görürsən nə qədər sadədir. Üstü xət misalda nə edəyim? Baxın. 5 rəqəmi 3-ə tam bölünərsə. Yəni burada üstü xətin bir məna. Üstü xət niyə veriblər uşaqlar? Aşağıda hərf veriblər rəqəmlər yanında, ona görə üstü xət veriblər. Burada qaydadan istifadə edirəm. Yuxarıda 9-a bölünmə qaydası idi, burada 3-ə bölünmə qaydasıdır. 3-ə bölünmə qaydası nə idi? Ədədin rəqəmlərinin cəmi idi. Ona görə bundan istifadə elədim. Qalıqlı bölmə nədir uşaqlar? Qalıqlı bölmə bölünən, bölən, qalıq. Düsturumuz budur. Bölünən, bax, bu bölünəndir, bu böləndir, qismətli qalıqdır. Mənim bölünənim, bax, bölünənin düsturu. Bölünən bərabərdir, bölən vur qismət. Bölünən bərabərdir, bölən vur qismət, üzərinə gəl qalıq. Bölən vur qismət, üzərinə gəl qalıq. Yadda saxla ki, bölünəni tapanda qalıq həmişə toplanılacaq. Bax, qalıq həmişə bölünəni tapmaq üçün həmişə bölünənin üzərinə gəlir qalıq. Yəni bölənlə qisməti bir-birinə vurulub, həmişə onlarla qalığı toplamalısan. Qalığın bölünlə əlaqəsini soruşanda qalığı misalın cavabını əlavə et, yəni topla. Bax, qalığın bir bölənlə əlaqəsi var, bir bölünənlə əlaqəsi var. Bunu mən dərsdə, misallarda dəfələrlə, məsələn, uşaqların natural ədədləri sual cavab edən zaman bunu soruşuram. Deyirəm, qalığın bölənlə əlaqəsi nədir, bölünənlə əlaqəsi nədir? Çünki bu topluda buna aid neçədən sual var. Qalıqla böləni bir misalın içində verib, bölənlə qalıq bir misalın içərisindədirsə, böləndən söhbət gedir. Bölən ikinci yerdə yanan ədəddir, bölünən birinci yerdə yanan ədəddir. Bölənlə qalığın əlaqəsini soruşuramsa, qalıq kiçikdir, bölən götürüb misalda həll edəcəksən. Qalıq kiçikdir, bölən götürüb misalda həll edəcəksən. Bəs bölünənlə qalığın əlaqəsi nədir desəm, bölünənlə qalığın əlaqəsi.
Bölünənlə qalıq desəm, qalıq apar bölünənin üzərinə əlavə elə. Cavabının üzərinə əlavə elə. Bölünənlə əlaqəsi deyəndə qalıq apar cavabın üzərinə əlavə elə. Başqa şey eləmə. İndi bax, ədədi 17-yə böldükdə nə edəcəksən? Durub burada heç nə fikirləşmə. Ay Allah, ədədi 17-yə böldükdə. Ədədi 17-yə bölünən ədəd elə 17-nin özündə. Heç nə fikirləşmə. Nəyəsə böləndə elə düşün ki, həmin ədədə bölünən elə onun özüdür. Ədədi 17-yə böldükdə ədədim 17-dir. 17-ni 17-yə bölə bilirəm də. Başqa nə axtaracam ki mən? 17-yə böldükdə demək ədədim 17-dir. Ümumiyyətlə belə misallarda da düstur tətbiq edə bilərsən. Ədədi bilmirəm də ədədim. 17-yə böldükdə natamam qismətdə nə alınır bilmirəm. Yox, qismətdə alınır. Natamam qismətdə 3, qalıqda 16 alınır. Okey. Bizim bu bölünənimizin də qaydası. Bölünənin düsturu nə idi? Bunu buna vurub, üzərinə bunu əlavə etməkdir. Bölən vur qismət üstəgəl qalıq. Mən sənə gecə saat 5-də də oyatsam, sən mənə deməlisən ki, bölən vur qismət üstəgəl qalıq. Bölən vur qismət üstəgəl qalıq. Bölünənin qaydası budur. Mən bunu necə əzbərə bir nəfəsə deyirəmsə, sən də bunu bir nəfəsə deyə bilməlisən. İndi 10-cu suala bax. 10-cu sual dəfələrlə imtahanda bunu 7-yə böldükdə alınan qalıqlar bu şəkildə də imtahanda görmüşəm bu sualı. Buraxılışda, qəbulda, hər cür, hər yerdə, sınaqlarda, yəni düşən sualdır bu. 8-ə böldükdə qalıqda alına bilən ədədlərin cəmini tap. 8-ə böldükdə qalıqda alınan ədədlər. Böldükdə deyirəm, 8-ə böldükdə. 8 burada neçənci yerdədir? Yəni 8-ə böldükdə sözündə, cümləsində o cümləni gözün qabağına gətir görüm. O misalda 8 birinci yerdə dayanacaq, yoxsa ikinci yerdə dayanacaq? 8-ə böldükdə. Mən demirəm sənə ki, 8-i böldükdə. 8-i böldükdə. 8-i böldükdə desəm, deyəcəksən 8-i böldükdə, 8-i nəyəsə bölürsən. Mən sənə deyirəm ki, 8-ə böldükdə, 8-ə bölürsən, 8-i bölmürsən. 8-i bölürsəmsə, onu kiməsə böləcəm, 8-i böl, 2 tutalım. 8-ə bölürəm. Bax, dəfələrlə deyirəm, bəlkə bilən uşaqlar üçün maraqlıdır, amma inanın bilməyən daha çoxdur. Bilən 10% olsa, bilməyən daha çoxdur. Bilməyən şagirdlər daha çox görürəm. Sıfırdan anlayışı olmayanlar daha çox görürəm. Ona görə bunu dəfələrlə belə təkrar deyirəm. 8-ə böldükdə, 8-ə böldükdə, yəni nəyisə 8-ə, bax 8-ə bölürəm. Görsən, deyəndə də elə deyirəm, deyə çıxır ağzımdan. Nəyisə 8-ə bölürəm. 8-i bölürəm nəyəsə belə olur. Gördün, 8-i nəyəsə bölürəm. Yer söhbətində çox qarışdırıldığını görürəm uşaqlar. Ona görə belə xırda üstündə qaldım. Həddən artıq çox görürəm. Ona görə misalları səhv yazırlar. 8-ə böldükdə. İndi demək 8 burada hardadır? İkinci yerdədir. İkinci yer kim idi? Bölən idi. Birinci yer kim idi? Bölünən idi. İkinci yer bölən idisə, bölənlə qalıqdan sonra gedir misalda. Bölənlə qalığın əlaqəsi nə idi? Biz demişdik ki, müəllimə öyrətmişdik ki, biz bir dənə bir şey eləyəcəyik. Qalıq və böləni bir misalın içərisində gördümsə, qalıq kiçikdir, bölən yazıb, misalımı həll edəcəm. İndi məndə də burada deyir ki, alına bilən qalıqların cəmini istəyir də. Yenə qalıq kiçikdir, bölənin yerində 8 verib də. Demək, qalıq kiçikdir 8-də. Yəni 8-dən kiçik ədədləri istəyirmiş ki burada. Hə, onda 1-dən 7-yə qədərdir. Bu ədədlərin də cəmini istəyir. Mənə 1-dən 7-yə qədər o ədədlərin cəmini görsən nə qədər sadədir. Ümumiyyətlə yadında saxla ki, nə isə 8-ə bölürəmsə, qalıq ancaq 8-ə qədər ədədlər ola bilər. 8-dən böyük qalıq alına bilməz. Əgər mən bir ədədi, tutalım 16-nı, 8-ə böləndə görsən 2 alınır, qalıq qalmır. Və ya belə deyim sənə. 9-u 8-ə bölürəmsə, qalıqda 1 alınır, düzdür. 10-u 8-ə bölürəmsə, qalıqda 2 alınır. Gəlib 17-ni 8-ə bölsəm, qalıqda 17-ni böldüm 8-ə, yox, 17-ni yox, 15-i. 15-i 8-ə bölsəm, qalıqda 7 alınacaq. 15-dən sonraki ədəd 16-da, 16-nı 8-ə bölsəm, qalıqda 0 alınacaq. Çünki artıq 2 dəfə var içində. Buradakilərdə bir dəfə idi. Yəni, qalıq heç vaxt 8-dən böyük olmayacaq. Həmişə, məsələn, 10-a bölürəmsə, qalıq 10-dan kiçik ədədlər, 9, 1-dən 9-a qədər ola bilər. Çünki artıq 10 qalıq ola bilməz. Axı 10 onun içində varsa, 10 necə qalıq qala bilər ki? Elə deyərəm ki, içində var imiş ki, az tapmışam bir vahid.
Oldu mu? Mən sənə qalığın bölünənlə əlaqəsi desəm, qalıqla bölünəni toplayacaqsan. Mən sənə qalığın bölənlə əlaqəsi desəm, qalıq kiçikdir, bölən götürəcəksən. Bunu unutmursan. Sonra 11-ci sualı dəfələrlə düşmüş. Daha bu sualı görməkdən yorulmuşuq. Bir sualdır. Bizə hasil verib. Hasil, fikir ver. Hasil, topluda da var bu sual, görəcəksən. Hasil plus bir ədəd verib. Ədədin 28'e bölünməsindən alınan qalığı tap. Bax, bu ədədin 28'e bölünməsindən alınan qalığı istəyirəmsə, 28'e əmələ gətirən vuruqlar nədir? Tutalım ki, 2 ilə 14'dür, tutalım ki, 4 ilə 7'dir. Bu ədədi əmələ gətirən vuruqlar, əgər bu hasilin içində varsa, onda demək ki, bu hasilin özü bu ədədə bölünür. Məsələn, bu hasil 28 4 ilə 7-də tutalım. 4 də var burada, 7 də var burada. Onda bu hasilin özü 28'e tam bölündü. Burada plus 1 var. Axı 1 28'e bölünmür. Uşaqlar, yadda saxlayın ki, bölünməyən ədəd elə özü qalıq olur. Məsələn, 1 böl 8 deyirəm ki, burada qalıq 0'dır. O heç. Bunu yox deməyim. Sonra bax, bu tip sual qarşınıza çıxa bilər. N bərabər 10 faktorial plus 49 düşmüş sualdır, yenə deyirəm. 10 faktorial. 10 faktorial nə deməkdir? Faktorial birdən həmin ədədə qədər verilən ədəddən hasil deməkdir. 10 demişəmsə, yəni birdən 10'a qədər bir-bir ədədləri bir-birinə vurmaq deməkdir. Bax, bu deməkdir. 10 faktorial bu deməkdir. Plus 49 var burada. Plus 49. 42'ye bölünməsindən alınan qalığı tap. Bunun 42'ye bölünməsindən alınan qalığı. 42 ədəd nə deməkdir? 42 6 vur 7 deməkdir. 6 da var burada, 7 də var burada. Demək ki, bu ədəd, bu hasil 42'ye tam bölündü. İndi baxıram cəm. Bu misal ev ki, parçalayıram. Bir dəfə hasilə baxıram. Bir dəfə bu tərəfdəki ev ki, cəmin ətrafındakı ədədə baxıram. Cəmin bu tərəfindəki bir hasil var. Hasil tam bölündü. İndi cəmin bu tərəfində bir ədəd var. 49. 49'u bölürəm. Çəyə bölünməsindən deyirdi. Şəklində 42'ye bölünməsindən deyirdi. 49'da 42'ye bölünəndə qalıqda 7 qalır. Demək ki, bu misal 42'ye bölünəndə qalıqda sadəcə 7 qalacaq. Bax, bu qədər. Sonra uşaqlar deyir, ədədi 56'ya böldükdə qalıqda 7 alınır. Ədədi 56'ya böldükdə qalıqda 7 alınırsa, bu nə deməkdir? Mən sənə ədədi 56'ya böldükdə deyəndə fikirləşmə, ədəd fikirləşmə. Elə 56'nın özüdür də 56'ya bölünən. Qalıqda 7 alınırsa, qalıqda 7 alınmaq nə deməkdir? Deməmişdim, qalığı sənin tapdığın ədəd nədir? Bölünən deyil. Ədədi 56'ya böldükdə. Böldükdə sözünü qeyd edək ki, əbob əşobda bunu deyəcəm. Böldükdə sözü sənə əbobu verir. Üzr istəyirəm. Böldükdə sözü sənə əkobu verir. Əkob bölünən deməkdir. Böldükdə sözü bölünən deməkdir. Bölünən. Böldükdə sözü birinci yerdə dayanan ədədi təmsil edir. Ədədi 56'ya böldükdə, yəni burada kimi tapmaqdan söhbət gedir. Birinci yerdə dayanan ədədi tapırıq, yoxsa videonu saxlamalı olmuşdum. İndi bir də başdan danışacağım. Nə danışdığım yadımdan çıxdı. Ədədi 56'ya böldükdə qalıqda 7 alınır. Ədədi 56'ya böldükdə elə 56'ya bölünən ədəd 56'nın özüdür də. Olacaq 56. Mən də sizə demişdim ki, qalıq həmişə nə olur? Bölünənin üzərinə gəlir. Böldükdə sözü bizə bölünəni, birinci yerdə dayanan ədədi göstərir. Bunu kitabın səpəsinə yazırsan, bunu evin divarına yazırsan, hara yazırsan yaz. Ki, böldükdə sözü gördükdə, biz o bölmədə birinci yerdə durulan bu bölmə əlamətində birinci yerdə durulan ədəd nəzərdə tutulur. Yəni, bölünən nəzərdə tutulur. Böldükdə dedikdə bölünən, birinci yerdə dayanan ədəd, yəni əkob nəzərdə tutulur. Əkob da bölünən deməkdir, birinci yerdə durulan ədədi təmsil edir. Onda, demək ki, bizim ədədimiz 56. Biz də demişdik ki, qalıq nədir? Birinci yerdə duran ədədin üzərinə gəlir də qalıq. 56, 7'nin üstünə 56 gələcəm, eləyəcək. Demək 63. Demək bizim ədədimiz 63'dür. 63 ədədini indi 8'e böldükdə alınan qalığı istəyir bizə. 63 ədədini 8'e böldükdə qalıqda 7 alınacaq da məlum məsələdir. Bu qədər sadədir. Burada verilən var, bunlara fikir verməyin uşaqlar. Yəni mən sizə öyrətdiyim sadə yolla eləyin. Ədədi 56'ya böldükdə 56'nın özüdür. Qalıqda 7 alınır. Bax.
ədəddir, 56-ya bölürsən, qalıqda 7 alınır. Mən sənə demişəm ki, ədədə bölünən elə ədədin özüdür və qalığı da demişəm ki, nəticənin üzərinə əlavə edirsən. 56-nın üstü 7 gəlsən, ədədi 63. 63-ü deyir 8-ə böldükdə alınan qalıq. 64-ü 8-ə bölsəydin, qalıq alınmazdı. Demək, bir vahid ondan kiçik ədəd 7-dir. Qalıqda 7 alınacaq. Qutardı 7. Sonra bax, buradakı qaydada vacib əhəmiyyətli qaydadır. Bu topluda 9-un toplusu, 11-in toplusu, digər nəşrlər olsun, eləcə də qəbul blok tipli suallarda istifadə olunur. Məsələn, sənə A-nın X-ə bölünməsinə alınan qalıq A-dır. Bu misal üzərində göstərsəm daha yaxşı olardı. Məsələn, belə bir şey vermişəm. 3, 4, 5, tutalım ki, vurulsun 26, 8, 9 ədədinin tutalım deyirəm. Bu hasilin 2-yə bölünməsindən alınan qalığı istəyirəm səndən. Sən bu ədədi durub bu ədədə vurub sonra 2-yə bölməyəcəksən. Elə ayrı-ayrılıqda bu ədədi 2-yə böləcəksən. 2-yə bölünmə qaydası nə idi? Sonuç olan rəqəmlər 2-yə bölünür. Onda 5-in 2-yə bölünəndə qalıq 1 qalırsa, bu ədəd də 2-yə bölünəndə qalıq 1 qalacaq. 8 2-yə bölündüyünə görə, tam cüt ədəd olduğuna görə 2-yə bölünəndə qalıq qalmadığına görə bu ədəd də 2-yə tam bölünəcək, qalıq qalmayacaq. Burada demək qalıq qaldı bir dənə 1. Əgər burada qalıq olsaydı, bunlarsa vur olduğuna görə vuracaqdım. Tutalım deyirəm ki, buranı 9 götürək, qalıq yenə 1 oldu. 1-i 1-ə vurub eləyəcəkdi 1. Alınan hasili 2-yə böləcəkdim. Alınan hasil 2-yə bölünmədiyinə görə elə qalıq elə 1 özü olaraq qalacaqdır. Əgər ədəd bir ədədə bölünmürsə, 5-6-ya bölünmür, elə qalıq 5-in özüdür. Yaxşımı? İndi burada toplama işarəsi olsaydı, buradakı qalıqla buradakı qalığı toplayardım. 2, sonra 2-yə bölərdim. Və ya orada bölmə olsaydı, bölərdim. Çıxma olsaydı, çıxardım. Yəni, aradakı işarə nədirsə, onu eləyirik. Misallarda bu var. Baxın burada bu misalda. Baba bu misalda bunu deyir. Deyir ki, ədədini 4-ə böldükdə, mən sənə 4-ə bölünmədən söhbət edirəmsə, onda sən əvvəlcə bu misalı 4-ə böləcəksən. Bunun 4-ə bölünməsindən alınan qalıq 3-dür. Sonra bunu 4-ə böləcəksən. Bunun 4-ə bölünməsini 94 4-ə bölünmür, 92 4-ə bölünür. Demək, qalan qalıq 2-dir. Burada qalıq neçə idi? Ruçka ilə yazım üstündə qalsın. Burada qalan qalıq 3 idi. Burada qalan qalıq 2 idi. Bunlar əslində bu işarə nədir? Vurmadır. Onda 3-ü 2-yə vuracaqsan. Elədi 6. Bunun təpə demək, elədi bizdə 6. Bunun təpə kvadratı var axı. Vur 6 təpə kvadratı. Təpəyə kvadrat yazıb üstə gələm 3-ə. Yenidən bölürəm 4-ə. Çünki 4-ə bölünmədən söhbət gedir. 6-ın kvadratı 36 plus 3. Son burada bunu belə eləməliyəm. Plus 3 eləyəcək 39. 39-u 4-ə böləcəm. 39-u 4-ə böləndə bilirsən qalıq 3 qalır. 36 bölünür, qalıq 3 qalır. Gördünüz mü uşaqlar? Burada da o gedən prosesin nə olduğunu yazmışam. Gəlir sadə və mürəkkəb ədədlər. Video çox uzun oldu, hətta çox uzun oldu bilirəm. Sadə və mürəkkəb ədədlər nədir? 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1-ə və özünə bölünən ədədlər 7. Ancaq 1-ə və özünə bölünür. 9 sadə deyə bilməzsən, 9 3-ə də bölünür. Yaxşımı? Tək ədədlə sadə ədədi qarışdırma. 1-ə və özünə bölünən ədədlər sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər nə edilir? Qarşılıqlı sadə ədədlər olardı ki, yəni bunlar qarşılıqlı sadə. Yəni, məsələn, 5 ilə 7. Bunlar qarşılıqlı sadə ədəddir. 5 özlüyündə 5-ə bölünə bilər, 7 özlüyündə 7-yə bölünə bilər. Amma ikisinin ortaq bölünməyi bacardığı ədəd 1-dir. Məsələn, sən deyə bilməzsən ki, 8 ilə 12 qarşılıqlı sadə ədəddir. Xeyr, ikisi ortaq 2-yə bölünür, 4-ə bölünür. Ortaq bölünməyi bacardığı ədədlər var. Ortaq bölünməyi bacardığı ədədlər olmasın. Məsələn, 25 ilə 27. Özlüyündə demirəm, özü sadə olsun. Yox, özü sadə olmaya bilər. 25 sadə ədəd deyil ki, 5-ə bölünür. Birdən və özündən başqa hər hansı bir ədədə bölünəndə sadə ədəd sayılmır. Məsələn, 25 birdən və özündən başqa 5-ə bölünə bilir. 27 3-ə bölünə bilir, 9-a bölünə bilir. Ona görə sadə deyil. 1-ə və özünə bölünən ancaq sadədir. Amma bunlar ortaq və özlüyündə müxtəlif ədədlərə bölünür. Bu da özlüyündə müxtəlif ədədlərə bölünür. Amma bunların ortaq bölünməyi bacardığı olan tək ədəd 1-dir.
1'ə bölünür, 5'ə bölünür, 25'ə bölünür. 1'ə bölünür, 3'ə bölünür, 9'a bölünür, 27'ə bölünür. Ortaq bir oldu axı, ortaq başqa bir ədəd olmadı. Ortaq bölünməyi bacardığı ədəd, ortaq böləni, 1'ə böləni, ortaq böləni 1'ə bərabər olan ədədlər qarşılıqlı sadə ədədlər sayılır. Bunu yazmışam. Mürəkkəb ədəd nədir? Ortaq bölünməyi bacardığı ədədlər olsun. Yəni 1'dən başqa ortaq bölünməyi bacardığı başqa ədədlər olsun. Bütün cüt ədədlər 1'dən və özündən başqa 2'yə bölünürlər deyə bütün cüt ədədlər mürəkkəbdir. Amma bu qayda buraya can səhvdir. Orada bizə deyir ki, doğrunu yanlışı seç, testdə olur. Bizə deyir ki, bütün cüt ədədlər mürəkkəbdir. Sən də deyirsən, hə, bütün cüt ədədlər mürəkkəbdir. Çünki bütün cüt ədədlər 1'dən və özündən başqa cüt ədədin qaydası nə idi? 2'yə bölünməyi bacarırdı da. 1'də və özündən başqa 2'yə də bölünə bilər. Bu qayda səhvdir. Buraya qədər versə qayda səhvdir. Amma mötərizədə testdə bax var idi. Mötərizədə testdə yazırdı ki, 2'dən başqa. Bəli, bu qayda doğrudur. 2'dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Amma 2 ilk sadə ədədimiz 2'dir. Deyəcəksiniz, bəs 1 də 1'ə və özünə bölünür də. 1 nə sadə, nə mürəkkəb ədəddir. 1 nə sadə ədəddir, nə mürəkkəb ədəddir. Sadə ədədlər 2'dən başlayır. Bütün cüt ədədlər mürəkkəb ədədlərdir. 2'dən başqa. 2 ilk başlayan sadə ədəddir. 2, 3, 5, 7 sadə ədədlər bu şəkildə gedir. Yaxşı mı? Aşağıda yazmışam. 2'dən başqa bütün cüt ədədlər mürəkkəbdir. 1 nə sadə, nə mürəkkəbdir. Gördünüzmü? Bax, bu sual var. Orada 16 tipli sual. O sual, yəni yorulmuşam da mən o sualı görməkdən. Dəfələrlə buraxılışa, sınaqlara, kursların sınaqları olsun, hara nə sınağı olsun, bu düşən tip sual düşür. Burada AB bərabərdir 13, BC bərabərdir 3 olarsa, AB bərabərdir 13, BC bərabərdir 3 olarsa, A-B plus C tapışırlar. AB bərabərdir 13 nə deməkdir ki, mən AB-nin üstündə xətt çəksəydim, onda bu 2 rəqəmli ədədi təmsil edərdi. Bu 2 rəqəmli ədəd demək idi. Amma mən boş AB yazıramsa, bu A vur B deməkdir. Oldu mu? Üstündə xətt görsən, bu AB 2 rəqəmli ədəddir. Üstündə xətt görməsə, bu normal 2 rəqəmli bir ədəddir. Məsələn, 12, 13 belə 2 rəqəmli ədəddir. Amma üstündə xətt görməsən, bu onlar arasında gizlincə vurma işarəsi var, amma görünmür. Yəni onlar hasildir deməkdir. Yaxşı mı? Görsən, incəliklərə qədər deyirəm, sən ən xırdalığına qədər deyirəm. İndi sən burada görsən, bax, A, B 13, B, C 3 versin. Yəni, bunlar arasında vurma düşün. Vurma düşün. Üstündə xətt yoxdursa, arasında vurma deməkdir. Nəyə vuranda 13 eləyir? Təbii ki, 1 13'ə vuranda. 1 bu, 13 bu götürür. Nəyə vuranda 3 eləyir? 1 3'ə vuranda. AB ikisində də ortağıymış ki, onda B'miz 1'dir, A'mız 13'dür, C'miz də 3'dür. Gördün nə qədər sadə misaldır? Hətta artıq çox istifadə olunan sualdır. Mürəkkəb ədədin sadə vurğulara ayrılışı. Biz hələ bu dərsin çətin yerlərinə gəlib çıxa bilməmişik. Mürəkkəb ədədi sadə vurğulara ayırarkən necə ayırırıq? Əgər ayırdığımız ədəd cüt ədəddirsə, onu sadə vurğulara ayıranda ancaq 2'yə bölməklə sadə vurğulara ayıracağıq. Əgər bu ədəd təkdirsə, birinci 3'ə bölməyi yoxlayacaqsan, sonra 5'ə bölməyi yoxlayacaqsan, sonra 7'yə bölməyi yoxlayacaqsan, sonra 11'ə bölməyi yoxlayacaqsan. Ən axırda özünə, heç nəyə bölünməsə özünə böləcəksən. Məsələn, 120 ədədini sadə vurğulara ayırıram. 120 ədədini sadə vurğulara ayırarkən cüt ədəd olduğuna görə 2'dən başlayıram ayırmağa. Elədi 60. Yenə sonu 0 cüt 0, 2, 4, 6, 8 olanları cütlərdə yenə 2'yə, yenə 30, yenə 2'yə, 15. Axırı nə gəldi? Tək. Axırı tək olanda nə edəcəm? Ən birinci 3'ə bölməyi. Bax, 5'ə bölmək demə. 5'də təkdir, 3 də təkdir, düzdür? 15 yaranıb burada. 3'ə bölməni yoxlamadan 5'ə bölsən misalın səhv edəcək. 3'ə bölünmə. Çünki sadə vurğulara ayırma onu ən kiçik vurğular şəklində göstərmə deməkdir. Birinci ən kiçiyini yoxlamalısan. 3'ə böldüm 5. 5 də 3'ə bölünməyəcəyinə görə 5 yazıram. Bax, 3'ə bölünmədiyinə görə 5 yazdım ha burada. Sonra qaldı 1. Demək bu ədədin sadə vurğuları 2, 2, 2, 3, 5 imiş. İndi bir tək ədədə ayıraq. Məsələn, 35 yazmayayım.
İstəmədim 35 yazmaq. 45 yazıram, tutalım. 45 ədədini sadə vuruqlara ayırarkən mənə durub burada 5-dir, 9-dur demə. Birinci fikir verəcəyin nədir? Ədədin tək və ya cüt olmasıdır. Əgər ədəd təkdirsə, nə ilə başlayacaqsan yoxlamağı? 3 ilə, 3-ə bölünməsə 5 ilə, 5-ə bölünməsə 7, 7-yə bölünməsə 9 ilə. Amma ən birinci 3-ü yoxlamalısan. Mənə gedib 5, 9 demə. 3 yazdım. 15. 5 yaza bilməzsən. Nə qədər 3 gedirsə, o qədər 3 ilə də gedəcəksən. Yenə yazıram 3. Yenə gəldi 5, 5, 5-ə bölünür 1. Demək, tək ədəd olduqda bildiniz ki, 3, 3, 5 belə bu şəkildə gedirik. İndi sizə bir söz deyim. Sadə vuruqlara ayıran zaman sən tutalım seçdin ki 3, sonra özündən götürdün 5, 5-ə bölündüyünü gördün, götürdün. Sonra tezdən ədədin 3-ə bölündüyünü görüb 3-ü götürürsə bu səhvdir. Niyə görə səhvdir? Çünki buradakı sıra arta-arta getməlidir üz aşağı. 3, 3 belə olmalıdır. 3, 3, 3, 5, 5 belə bu şəkildə getməlidir. Sonra 7, 7 belə getməlidir. Yəni durub sənin üçün 3, 5, 3, sonra 7, 3 təzədən düşə bilməz. Aşağıya doğru getdikcə artmalıdır. Ya olduğu kimi getməlidir, ya da artmalıdır. Artıb azalıb arta bilməz. Sonra bizim ən çətinlik çəkdiyimiz yerlər nələrdir? Uşaqlarda görürəm ən çox. Ədəd neçə sadə vuruq var, neçə müxtəlif sadə vuruq var, neçə sadə böləni var, neçə natural böləni var. Ən çox düşən suallardan buraxılışa budur və uşaqların səhv elədiyi bunlardır. Demək, sadə vuruqların sayını tapanda ədədin sadə vuruğu, neçə sadə vuruğu var deyirəmsə, bu sualda biz hamısını götürürük. Görsən, hamısını götürürük. Neçə müxtəlif sadə vuruğu var? Müxtəlif sadə vuruq demək, müxtəlif deyəndə ancaq müxtəliflərin sayırıq. Müxtəlifləri sayırıq. Müxtəliflərin sayıdır 2, daha 2-lərdən götürmürəm. 3, 5, 2, 3, 5. Demək, 3 dənə müxtəlif sadə vuruq var. Neçə sadə böləni var? Bax, sadə bölən ayrı şeydir. Müxtəlif sadə vuruq ayrı şeydir. Sadə vuruq ayrı şeydir. Görsən? Fikir ver, burada neçə sadə vuruğu var deyirəm. Burada neçə müxtəlif sadə vuruq deyirəm. Burada sadə bölən deyirəm. Sadə bölən nəyə bərabərdir? Sadə bölən müxtəlif sadə vuruqların sayına bərabərdir. Müxtəlif bölənə bərabərdir. Bax, müxtəlif sadə bölən müxtəlif bölənə. Yəni müxtəlif sadə vuruqların sayına bərabərdir. Sadə bölənlərin sayına bərabərdir. Müxtəlif sadə vuruqların sayına bərabərdir. Sadə vuruq deyəndə qarşısında heç nə demirəm ki, müxtəlif demirəm, bölən demirəm, heç nə demirəm. Normal sənə sadə vuruq deyirəm. Sadə vuruq deyəndə nə edirik? Bütün hamısını götürürük. Müxtəlif sadə vuruq deyəndə nə edirik? Ancaq müxtəlif olanlardan neçədənsə onu götürürük. 2-dən bir dənədir, 3-dən bir dənədir, 5-dən bir dənədir. Demək, 3 dənə müxtəlif sadə vuruq var. Müxtəlif sadə vuruqlar hansılardır? 2-dir, 3-dür, 5-dir bu misal üçün. Neçə sadə böləni var? Sadə bölən. Sadə vuruq demirəm ha, sadə bölən deyirəm. Sadə bölən, sadə vuruq ayrı-ayrıdırlar. Sadə bölən deyəndə sadə bölənlərin sayı müxtəlif sadə vuruqların sayına bərabərdir. Neçə natural böləni var? Natural bölən ayrı cür tapılır. Necə tapılır? Gəl baxaq. Natural böləni tapanda nə edəcəksən? Bax, natural bölən NB ilə yazmışam. NB nəyə bərabərdir? Natural bölən deyəndə 1. Birinci nə edəcəksən? Qüvvət şəklində göstərəcəksən. Qüvvət şəklində göstərmək nə deməkdir bilirsən? Bax bu, 120 ədədini yazdın. 120 ədədini 2-dən neçədən nədir? Onun üstündə yazırsan. 3-dən neçədən üstündə yazırsan, 5-dən neçədən üstündə yazırsan. Fikir ver. 120 ədədini sadə vuruqlara ayıranda 2-dən neçədəndir? Fikir ver. 1, 2, 3 dənədir. Düzdür? 2-dən 3 dənədirsə, 3 onun sayını bildirir. Yadında saxla ki, qüvvət bilirsiniz nə deməkdir? Həmin ədədin sayını göstərir. Həmin ədəd bir-birinə neçə dəfə vurulub? 2 bir-birinə 3 dəfə vurulub da 2, 2, 2. 2 ədədi bir-birinə neçə dəfə vurulubsa, neçə dənədirsə, onun sayı, onun qüvvətidir. Say qüvvətdir və say qüvvət şəklində yuxarıda yazılır. 120 ədədində 2-dən 3 dənədir, 3-dən 1 dənədir, 5-dən də 1 dənədir. Görürsünüz? Qüvvət şəklində göstərmək bu deməkdir. Qüvvət şəklində göstərmək həmin o sadə vuruqdan, sadə vuruq 2-dir. 2-dən neçə dənədir? 3 dənədir. 3 qüvvət şəklində 2-nin üstündə yazılır. Sadə vuruq 3-dür. 3-dən neçə dənədir? 1 dənədir. Qüvvət şəklində bir üstə yazılır. 5 sadə vuruqdur. 5-dən neçə dənədir? 1 dənədir. Təpəsində qüvvət şəklində yazılır. Qüvvət şəklində göstərmək bu deməkdir. Sonra ikinci nə edirik? Qüvvət şəklində göstərdikdən sonra üst plus 1 şəklində yazırıq. Bax, qüvvət şəklində göstərdi. Qüvvət şəklində göstərdikdən sonra üstdəki olan ədədlər var, yəni onların qüvvətləri. Qüvvət plus 1.
Bax, bu qüvvət plus 1 düsturun biridir. Qüvvət plus 1 vurulsun, qüvvət plus 1. Burada yazacağım. Məsələn, 120 ədədini sadə vurğulara ayırdın. 2-dən 3 dənə tapdın, 3-dən 1 dənə tapdın, 5-dən də 1 dənə tapdın. İndi bunu qüvvət plus 1 şəklində deyirəm ki, bunun natural bölənləri necə? Natural böləni var. Natural bölənlərinin sayı bərabərdir. NB bərabərdir 3. Bax, bu bunun qüvvətidir. Qüvvət plus 1. Bu 1 düsturun biridir. Vurulsun. Qüvvət plus 1. Buradakı qüvvəti götürürəm, plus 1. Bu 1 düsturun biridir yazıram. Sonra buradakı 1'i götürürəm, 1 plus 1. Buradakı plus 1'lər düsturun birlərdir. Mənlik deyil. Burada 3 də olsaydı 3 plus 1 yazardım. Bu eləcə 4 vur 2 vur 2. 16 dənə natural böləni var. Natural bölən nə deməkdir? Yəni ki, 120 ədədi 16 dənə natural ədədə bölünür. Bu deməkdir. Natural bölən bu deməkdir. Natural bölən sizə sualda, testdə görmüşdüm, müsbət bölən deyirdi. Müsbət bölən elə natural böləndir də. Müsbət bölən deyəndə sən durub fikirləşmə ki, mən nəyi tapıram. Müsbət bölən də natural böləndir. Sonra neçə tam böləni var? Tam bölən artıq natural bölən deməkdir. Tam ayrı şeydir, natural ayrı şey. Tam ədədlər yadınıza gəlir, 0, mənfi, müsbət bildikdə idi. Natural, bəs neçə natural böləni var desəm, natural bölən deyəndə, natural bölən deyirəm, üzr istəyirəm. Neçə tam böləni var desəm, tam bölən axtarıramsa, tam bölən axtarıramsa, natural böləni 2-yə vuracam. Natural böləni, sən onda misalın natural bölənlərin sayını tapırsan. Yəni, qüvvət şəklində göstərsən, qüvvət plus 1 şəklində göstərir, cavabı tapırsan. Natural bölənlərin cavabını da 2-yə vurursan, onda tam böləni tapırsan. Niyə 2-yə bölürük bilirsən? Çünki tam bölən deyəndə mənfi və müsbətlər birgə nəzərdə tutulur. Sən natural bölən tapmaqla müsbət böləni tapmış olursan da, onu da mənfisi ilə bir yerdə götürmək, yəni bir dəfədə özünü götürmək, yəni 2-yə vurmaq deməkdir. Onda natural böləni tapmış olursan. Sonra sadə olmayan bölən sayı. Sadə olmayan bölən sayı nə deməkdir? Sadə, bax, artıq bunlar blok, mig səviyyəsində olan suallardır. Sadə olmayan bölən sayı. Sadə olmayan bölən sayı tapmaq üçün nə edirsən? Sadə olmayanları istəyirəm də. Onda natural bölənlərin sayından sadə bölənlərin sayını çıxırsan. Bax, bunu əzbər soruşacağam. Gecə saat 4-də doyatsam, sən mənə deməlisən ki, nədir? Sadə olmayan bölən sayını tapanda natural böləndən sadə bölənlərin sayını çıxırsan. Natural bölənlərin sayından sadə bölənlərin sayı nə idi? Yadında qaldı. Əgər qalıbsa da geç şərhə yaz görüm. Bayaq sadə bölənlərin sayını soruşmuşdum. Sadə bölən sayı nə idi? Əgər yadında qalıbsa da geç şərhə yaz, qalmayıbsa da geç şərhə yaz. İndi mən cavabını deyirəm, videonu saxla, get yaz. Amma indi sənin cavabını deyirəm. Sadə bölən sayı nədir? Sadə bölən müxtəlif sadə vurğulan sayına eyni idi. Bayaq izah elədim. Sadə bölənlərin sayı deyəndə nəyə nəzərdə tuturduq? Müxtəlif sadə vurğulan sayı nəzərdə tuturduq. Onlar ikisi eyni şeydir. Sonra mürəkkəb bölən sayını necə tapırıq? Mürəkkəb bölən. Bax, mürəkkəb bölən içində bunların hamısı natural bölənin ətrafında dönür. Mürəkkəb bölən, yəni natural bölənlər 1 bölünür 2 yerə, sadə bölənlər, bir də mürəkkəb bölən. Natural bölənlər özü sadə mürəkkəb olmur. Eləcə də bu da eyni şeydir də. Mən deyirəm sadə olmayan bölən sayını tapın. Deyirəm mürəkkəb bölən sayını tap. Mürəkkəb bölən sayını tapanda düşünürsən ki, natural ədədlərdən, yəni natural bölənlərin sayından mürəkkəb bölən sayını tapıram. Axı, çıxsam sadə bölən sayını, axı mən mürəkkəbi istəyirəm. Natural ədədlərdən düşün təsəvvüründəki natural ədədlərdən sadə ədədləri çıxdım. Yaxşı, orada qalır mürəkkəblər. Axı, bir dənə də artıq olan bir şey var. 1 var. 1-i də çıxmalısan. Çünki 1 mürəkkəb deyil axı. Düşün, natural ədədləri ağlığa gətir. Natural ədədlərin içindən sadə ədədləri tullayırsan. Ədədlər olsa 2 yerə bölündü, sadə mürəkkəb, bəli. Sadəni tulladım, onda mürəkkəbi qalacaq. Axı, orada 1-də var idi. 1 nə sadə, nə mürəkkəbi idi demişdim axı mən sənə. Düzdür. Bəs deyəcəksən, mən burada niyə çıxmadınız biri? Sadə olmayan bölən sayı. Sadə olmayan deyirəm də mən sənə. Natural ədədlər içərisində sən düşünürsən ki, ay Allah, natural ədədlər içərisində mən sadə olmayanları istəyirəm. Sadə olmayanlar nədir? Sadələri tullasam, sadə olmayanlar qalacaq da. Axı, sadə olmayan deyirəmsə, deyirsən ki, 1 də ora daxildir. Dostlar, mən niyə burada çıx 1 qoyum ki? 1 olsun, nə sadədir, nə mürəkkəbdirsə, 1 sadə olmayandır onda. Onda demək də onun içində də sadə olmayan bölənlərin içindən mən bircə sadə
bölənləri tullasan, onda sadə olmayan bölənlər qalacaq. Bir sadə olmadığına görə sadə olmayanlara daxildir. Yəni burada çıx bir qoymağa ehtiyac yoxdur. Amma mürəkkəb böləni tapanda natural böləndən həm sadə böləni tullamalısan, həm də biri tullamalısan. Çünki bir nə sadə, nə mürəkkəb ədəddir. Sadə olmayandır o. Oldu mu? İndi düşək görək aşağılarda nə qeydlər yazmışam. A ədədinin sadə vurğulara ayrılış şəkli. Mən dedim tutalım ki, bayaqlar 120 ədədini sadə vurğulara ayırmışdım. Tutalım bu bir A ədədi olsun. Onu sadə vurğulara ayıranda A üstü M olsun, B üstü N olsun, C üstü K olsun. Bu aşağıdakı məsələn 2-dir, 3-dür, 5-dir. Buradakı onun qüvvətləri də tutalım ki. Belə bir ədəd olsun. Sadə vurğulara ayırdıq. İndi sənə sualda deyir ki, bu A ədədi ilə, tutalım 120 ədədi ilə qarşılıqlı sadə olan ədədlərin sayını tap. Özü orada belə demir, A-dan kiçik deyir. A-dan kiçik olub, A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tap deyirəm mən sənə. A-dan kiçik olub, A ilə... Deyirəm ki, A ilə qarşılıqlı sadə olub, A-dan kiçik olan ədədlərin sayını tap. A ilə qarşılıqlı sadə olan. Tutalım deyirəm ki, 120 ədədindən kiçik olub, 120 ilə qarşılıqlı sadə neçə ədəd var? 120 ilə qarşılıqlı sadə neçə ədəd var soruşuram səndən. Bunu da düsturla tapacaqsan. 120-ni sadə vurğulara ayıracaqsan. Bax, bir sadə vurğulara ayırdıq. Ondan sadə vurğulara ayırandan sonra 120-nin özünü, görsən özünü vurursan, bax 120-nin özünü vurursan, 1 çıxılsın 1 böl A. Yəni 120-ni sadə vurğulara ayırdıqdan sonra o aşağıdakı qalan 2 üstü 3, 3 üstü 1, 5 üstü 1 ədədləri alındı ya. 2 üstü 3, 3 üstü 1, 5 üstü 1 idi. Sadə vurğulara ayırdığımız zaman bayaq 2, 3, 5 aşağıda duran ədədləri. Yəni 120 vurulsun, 1 çıxılsın 1 böl. Bax 1 çıxılsın 1 böl bu düsturundur. Aşağıdakılar isə A-dır, B-dir, C-dir. Yəni 2-dir, 3-dür, 5-dir. Sadə vurğulara ayrılanda qüvvət şəklində yazanda aşağıda qalan ədədlər ki var, 2, 3, 5. Həmin onlar A-nın, B-nin, C-nin yerində deyən ədədlərdir. Bir də bu sualı sən fərqli cür necə götürsən. Bax, bu MHM-in də kitabında var, toplumumuzda da var. Hər vəsaitdə, hər imtahanda, yəni qarşımıza çıxan bir sualdır bu. 2 cür çıxır. Bu düsturu sən həm natural ədədlər mövzusunda, həm də adi olmaq kəsrlər mövzusunda, toplumun həm natural ədədlər mövzusunda test bölməsində görəcəksən bu sualı, həm də adi olmaq kəsrlər bölməsində sən bu sualı görəcəksən. Adi olmaq kəsrlər bölməsində bu düsturu nətər görürük? Orada deyir ki, məxrəci 120 olan, ixtisar olunmayan neçə düzgün kəsir var? Məxrəci 120 olan neçə ixtisar olunmayan kəsir var? Mən sənə ixtisar olunmayan deyirəm. Yəni surətlə məxrəc ixtisar olunmasın. Məxrəc 120 olsun. Surətə elə ədədlər qoy ki, onlar ixtisar olunmasınlar. Onda sən mənə deməzsən ki, ay müəllimə, ixtisar olunmayan ədədlər elə qarşılıqlı sadə ədədlərdir. Nə zaman kəsir ixtisar olunmaz? Özünü ağlıva gətir. Kəsir surət və məxrəcinə gözün qabağına gətirir. O kəsir nə zaman ixtisar olunmaz? Məsələn, 7-də 5 ixtisar olunmayan kəsirdir. Nəyə görə? Çünki surət məxrəci qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlər ixtisar olunmayan ədədlərdir. Görürsüz? Onda demək ki, elə bu iki cümlə eyniymiş də. Bir də mən sən orada deyirəm axı düzgün kəsir. Məxrəci 120 olan, ixtisar olunmayan neçə düzgün kəsir var. Düzgün kəsir də nə deməkdir? Düzgün kəsir o deməkdir ki, yəni surətə qoyacağım ədədlər 120-dən kiçik olsun. Onda natural ədədlər bölməsində öyrəndiyimiz o cümləyə oxşamadı bu. 120-dən kiçik, 120 ilə qarşılıqlı sadə olan ədədlər. Onda həqiqətən mən məxrəc 120-dirsə, surətə 120-dən kiçik qarşılıqlı sadə ədədlər qoymalıyam ki, onlar ixtisar ola bilməsinlər. Düzdürmü? Göz iki cümlə eynidir. Yəni bu iki cümləni gördüyün zaman eyni bu düsturdan istifadə edəcəksən. Sonra gəlir bizdə qəşəng bir qaydamız var. Əgər n sayda müxtəlif sadə ədədin hasili verilsə, onda 2 üstü n sayda böləni olacaq. Yəni mən aşağıda verdiyim hasillər sadə ədədlər olmalıdır. Yəni tutalım burada verəcəyim ədədlər 2, 4, 6 nə olmamalıdır da. Elə də olsa onu sadə ədədlər şəklində göstər. 2, 3, 5, 7, 11. Görsən, sadə ədədlər verdim. İndi deyirəm ki, bu sadə ədədlərin hasili verilib. Bunun neçə böləni var? Bu hasilin neçə böləni var? Böləni var nə demək? Yəni neçə ədədə bölünə bilir bu hasil? Onu soruşuram səndən. Əgər
verilən ədədlər sadə ədədlərin hasilidirsə, bax yadında saxla. Verilən ədədlər sadə ədədlərin hasilidirsə, onda onların 2 üstü n sayda sadə böləni olacaq. N sayda. Bir də uşaqlar, bölən testdə belə düşür, suallarda görmüşdüm. Yəni uşaqlar şaşırmaqdan ötürü. Deyir ki, 8-in neçə böləni var? Və ya başqa sualda deyir 8-in neçə sadə böləni var. Bu imtahana düşmüş sual idi. Uşaq çalışmışdı ki, neçə böləni var deyəndə, yəni nə? Bölənlə sadə bölən eyni şeydir. Yəni səndən sözün qabağında orada böləni var deyir, amma sadə bölən demir də. Sözün qabağında sadə sözünü itirib orada. O böləni var demək, sadə böləni var deməkdir. Bu ipuçları sənə verim. İndi mən sənə desəm ki, bu hasilin neçə sadə böləni var, sən hasilə fikir ver. O sadə ədədlərdirsə, sadə ədədlər olmasa da sən onu bir zəhmət sənə sadə ədəd şəklində göstər deyəcəm. Amma orada neçə, əgər n sayda müxtəlif sadə ədədin hasilisi, yəni müxtəlif olmalıdır. Bu 2-dən olmamalıdır. Yoxsa 2, 3, 5, 7, 11 müxtəlif sadə ədədlərin, o testdə də elə verir. Müxtəlif sadə ədədlərin hasili verilir və deyirəm neçə sadə böləni var və ya neçə böləni var. 2 üstü n sayda. N 10 sayıdır. 1, 2, 3, 4, 5. 2 üstü 5, yəni 32. Bu ədədin 32-dən sadə böləni var. Yəni sən durub bu ədədlərə baxıb fikirləşmək, ayaqla bu ədədlərdən mən 2-ni 3-ə vursam 6 eləyir. Tutalım bu ədəd 6-ya bölünəcək. 2-ni 5-ə vursam 10 eləyir. Bu ədəd onda 10-a da bölünəcək. Belə durub bir-bir tapmaq əvəzinə ki, bu ədəd neçədən sadə böləni var, neçədən sadə ədədə bölünməyi bacarır, sadə böləni var, tapmaq əvəzinə, həm də ki, məsələn, görsən, 10 sadə ədəd olmadı. Durub bir-bir fikirləşəcək, neçədən sadə ədədə böləni var. Ondansa bu düsturla edə bilərsən. Uşaqlar, üzr istəyirəm, sadə bölən deyirəm, natural bölən çaşdım. 2 üstü n sayda böləni var, natural bölən. Buradan qoy yazım, yadda qalsın. Natural. Bax, burada verilməyən söz naturaldır. İndi mən verməməyimin səbəbi mən özüm belə vermişəm bunu. Çünki testdə də bu şəkildə düşür. Demir natural bölən. Neçə böləni var deyir. Sayda ilə sadə fikrim gedib. Demək uşaqlar, bölən sözü tək yazılanda natural böləndir. Natural bölən deməkdir. Sadə bölən yox, natural bölən deməkdir. Fikrim gedib. Natural bölən olacaq deməkdir. Maksimum 1 saat yarım dərs açmağın nəticəsi. Əgər n sayda müxtəlif sadə ədədin hasili verilsə, sən bu hasilin neçədən natural böləni var və ya böləni var. Böləni var demək, natural böləni var deməkdir. Yəni neçədən natural ədədə bölünməyi bacarır, onu soruşuram sənə. Neçədən natural ədədə bölünməyi bacarır desəm, sən onda elə 2 üstü bulan sayını götürüb bilə bilərsən. Yəni ehtiyac yoxdur orada bir-bir ədədlər bir-birinə vurub hansı ədədlər bölündüyünü tapmaq. Faktorial. Faktorial bayaqlarda dediyim kimi 6 faktorial. Yəni 1-dən həmin ədədə o qədər olan ədədlərin hasili deməkdir. 0 faktorial sənə 1-i verir. Əzbərlənməsi şey budur. 1 faktorial da 1-i verir. Əzbərlənməsi şey olan budur. N faktorial n çıx 1 faktorial vur n deməkdir. Bu nə deməkdir uşaqlar? Faktorial əsnəsində qarşıda öyrənəcəksiniz. N faktorial nə deməkdir? Sən faktorial o demək ki, onu bir vahid azaldırsan da, yəni n çıx 1 faktorial vur n. Məsələn, 6 faktorialı yazanda 6-dan başlayırsan geri getməyə. Məsələn, 6, 5, 4, 3, 2, 1 bu şəkildə gedək, düzdür? Yəni, mən bunu 6 vurulsun, sən bunu istənilən yerdə də saxlaya bilərsən, 5-də də saxlaya bilərsən, fikrivi 4-də də saxlaya bilərsən, 5-də saxlasan 5 faktorial deyirəm, 6 vur 5 faktorial. Məsələn, 6 faktorialı belə də yaza bilərəm. Yəni, bu düstur bu deməkdir ya. 6 faktorialı belə də yaza bilərəm. 6, 5, 4, yoruldum mən açmağa, vur 3. 3-də saxlayıram deyirəm, faktorial. Saxladığın yerdə yanına faktorial yazmazlar ki, yəni mən bu 3-də açıb gedə bilərəm də, faktorial onu göstərir. Bax, n çıx 1 vur, n çıx 1 faktorial vur, n bu deməkdir. Yaxşı mı? Bəs deyəcəksiniz ki, aşağıdakı n faktorial n vurulsun n çıx 1 vurulsun n minus 2 faktorial nə deməkdir uşaqlar? Bu da elə də ədədi açırsan da, məsələn 6 vur 5, 6 5-dən 1 vahid kiçikdir, vur 4, 4 6-dan 2 vahid kiçikdir də, ona görə belə yazırıq. Yəni 4-də saxlayırsansa, belə yanına faktorial yazırsan. Desən ki, müəllim bu düsturla əzbərləməliyik, bəli əzbərləməlisən. Çünki faktorial dərsində
ədədlərlə verməyib, hərflərlə də verir axı. Hərflərlə verəndə son açılışını biləsən ki, məsələn, deyəcəm n faktorial, deyəcəksən n faktorial, n çıx 1, saxlamıram da get, n çıx 2, n çıx 3, deyirəm dayan, faktorial yanına yazırsan. Bu şəkildə açılır. Oldu mu? Sonra əbob, əkob. Əbob, əkob nə deməkdir? Əbob bölünəndir, əkob böləndir. Əbob bölünəndir, əkob nədir? Böləndir. Səhv yazmışam burada uşaqlar. Burada səhv yazmışam. Nə yaxşı özüm baxdım səhvimi gördüm. Gəl burada bunları dəyişək. Bölünən əbob, bölünən əkobdur uşaqlar. Əkob. Bölən əbobdur. Aha. Əkob, əbob. Yazandan sonra baxmamışdım ki, video çəkəndən onsuz da baxacağım deyə baxmamışam. Əkob, əkob ən böyük ortaq bölünəndir. Əbob ən burada cümlələr də səhvdir. Allah, ben bunu necə yazmışam. Uşaqlar bir də nəzər alın ki, mən bunları gecə yarısı yazdığım qaydalardır bunlar mənim. Yəni, yorğunluqdan səhv yazmış ola bilərəm. Belə yazmazmı ya da dala qaytaraq, orada yerləşmə eləyək də. Burada mən bu sözü silməliyəm ki, çox şey silməməkdən ötürü. Ən böyük ortaq bölən. Ən kiçik ortaq bölünən. İndi getdik. Buraya yaxşı yazaq ki, bölən. Çox yaxşı yazdım. Demək, əbob və əkob nədir? Əbob ən böyük ortaq bölən, b, ən böyük ortaq bölən əbob ikinci yerdə dayanan ədədi göstərir. Əkob birinci yerdə dayanan ədədi göstərir. Uşaqlar bu yaddan çıxartmayın. Əbobu tapanda nə edirik? Uşaqlar qarışdırırlar. Deyirlər ki, əbob bölən idi, bölünən idi, yoxsa əkob bölən idi, bölünən idi. Bax, mən sənə deyirəm ki, əkob böyük olmalıdır. Orada kiçik sözdə fikir vermə. Əkob həmişə böyük ədəddir. Çünki əkob birinci yerdə dayanan ədəddir. Bax, 6 bölü 2 bərabər 3 deyirəm. Əkob burada 6-dır. Çünki əkobdakı kiyə fikir vermə. Əkob bölünəndir. Buradakı söz var ha. Ən kiçik ortaq bölünən. Bu bölünəndir. Bölünən də birinci yerdə dayanan ədəddir. Ona görə biz deyirik ki, əkob böyük olur, birinci yerdə dayanan ədədi göstərir. Əbob böləndə ikinci yerdə dayanan ədədi göstərir. Əbobu tapanda həm də əkobun cavabı böyük, əbobun cavabı kiçik alınır. Əbobu tapanda nə edirik? Əbobu tapanda sadə vurğuları ayırırsan, ortaq olanları vurursan. Qutardı getdi. Əbobu tapanda nə edirsən? Sadə vurğuları ayırdın, ortaqları götürüb bir-birinə vur, qutardı getdi. Əkobu tapanda nə edirsən? Sadə vurğuları ayır. Ortaqları sil. Buradakı 2'ni sildin, oradaki 2'ni sil. Buradaki 3'ü sildin, oradaki 3'ü sil. Ortaqları sildin. Böyüyü götürüb vurursan, kiçikdə silmirsən də. İndi kiçikdə orada nəsə yerdə qalan da ola bilər, qalmayan da ola bilər. Yerdə qalanlar varsa, böyüyü götürüb vurursan qalanlara. Qalan yoxdursa, elə böyüyün özü cavab olur. Bax, məsələn, əbob tapmışam 36-48-ə. Ortaqlar var. 2'nin ortağı 2'dir. 2'nin ortağı 2'dir. 3'ün ortağı 3'dür. Ortaqları götürüb bir-birinə vururuq. Ortaqları bir-birinə vururuq deyəndə, yəni bu 2, bu 2'yə, bu 2'ni bu 2'yə, 3'ü bu 3'ə vurmuruq. Bu 2 ilə bu 2 əkizlərdə bir dənəsini götürürük. 2 əkizdən birini götürürük. Bu 2 əkizdən birini götürürük. Bu 2 əkizdən də birini götürürük. 2 vur 2 vur 3. Oldu mu? Bu şəkildə hesablayırıq. İndi bunu geri qaytarma eləyək ki, üstü körlanmasın PDF-imizin. Daha sonra əkobu və sadə vermişəm. Yəqin burada mən əkobu nəzərdə tutub əkobsun yazmışam. Bunu əkob edək. Əkobu nəzərdə tutmuşam burada. Əbob asılıqdır deyə əkobu yazmışam. Əkob. Əkobu necə yazırdıq? Demək, ortaqları sildim. Əbobu yazsaydın əgər necə yazacaqdın? Əbob bərabərdir. Bu 2'nin qonşusu bu 2'dir də. Bu 2'nin qonşusu bu 2'dir. Bir dənəsini götürdüm. Bu
Bu 2'nin qonşusu bu 2'dir. Bir dənəsini götürdüm. 2 qonşudan birini. 3'ün qonşusu 3'dür. Bir dənəsini götürdüm. Bu əbobdur. Bəs əkobu tapanda nə edirsən? Böyük 48'dir. 48'i vuracağım kiçiyin qalanlarına. Əkobu tapanda ortaqların üstündən xətt çəkdin. 2'nin ortağı 2'dir, 2'nin ortağı 2'dir, 3'ün ortağı 3'dür. Bunları tulluyursan. Əbobu tapanda onları vurursan, əkobu tapanda onları tulluyursan. Tulladın. 48 böyüdür axı. 48'i vurursan balacada qalanlara, kiçiyin qalanlarına. Bax, kiçiyin qalanlarına. Kiçiyin qalanlar da hansılardır? Kiçikdə qalan bir dənə 3'dür. 48'i vuracağım bir dənə 3'ə. Qutarıb getdi. 48'i vuracağım bir dənə 3'ə. Bu olacaq mənim əkobum. Oldu mu? Sonra qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu olanın hasilinə bərabərdir. Bax, burada qeyd edilmişəm. Qarşılıqlı sadə ədədlərin əbobu 1 əkobu olanın hasilinə bərabərdir. Misalda ortaq sadə vuruq hasili. Bax, bu qeydlər heç bir kitabda yoxdur. Bunların nöqtəsinə qədər, xırdalığına qədər yazmışam. Misalda ortaq sadə vuruq hasili. Bax, ortaq sadə vuruq hasili desə, onda əbob götürürsən. Demək, səndən əbob istəyir. Ortaq sadə vuruqların hasili. Yazır ki, orada məsələ şəklində verir. Yazır, ortaq sadə vuruqların hasili. Ortaq sadə vuruqların hasili əbobdur. Yəni, fikirləşmək ehtiyac yoxdur. Amma ortaq olmayanların hasili. O ortaqları silirsən, yerdə orada ortaq olmayanlar qalır. Ortaq olmayanların hasili isə S. Kiçik S hərfini verir. İndi onun ona gəlib çatacağıq. Əgər A ədədi B ədədinə tam bölünürsə. Bax, gör, ben nöqtəsinə qədər necə yazmışam. Mən danışmasam belə sən buradan başa düşərsən. Belə cümlədə başa düş ki, birinci dayanan, axırıncı dayanan söz aid olur. Ümumiyyətlə, riyaziyyatda birinci dayanan, axırıncı söz aid olur. A ədədi B ədədinə tam bölünürsə. Yəni, A bölünürsə demək, bölünən deməkdir də. Bu, bölünürsə demək, yəni nə deməkdir? Bölünən deməkdir. Bölünən. Bölünürsə sözü bölünən deməkdir uşaqlar. Onda A nə imiş? A bölünən imiş. Onda bizim A'mız bölünən çıxdı. A bölünən, bölünən nə deməkdir? A burada səhv yazmışam. Mən bunlar niyə belə yerlərini dəyişik yazmışam? Demək, düzəltdim səhvi burada. A bölünəndir. Onda A nədir? Əkov deməkdir. B'nin payına nə qalır? Onda B'nin bir bölünən var, bir bölən var da. B'nin payına da bölən qalacaq. Düzdür? Bölən də nədir? Əbobdur. Yadında saxla. Bölünən əkobdur. Bölən əbobdur. A ədədi B ədədi çox düşür. Topluda həddən artıq çox görəsən bu sualları. Bunları öyrənmədən gedib toplunu işləmə. Gedib videolara baxa-baxa toplu işləməyin mənası yoxdur. Heç kimi aldatmırsan, inan özünü aldadırsan. A ədədi B ədədinə tam bölünürsə, A ədədi B ədədinə tam bölünürsə. Onda sən nə öyrətmişdin? Birinci dayanan hərf, axırıncı dayanan söz aiddir. Onda A bölünəndir də. A bölünəndir. Bölünürsə demək, bölünən deməkdir. Bölünən də kim idi? Əkob idi. B'nin payına nə qaldı? Bölən. Yəni əbob. Bölünən əkob, bölən əbobdur. Bu əzbəlisən. Ortaq sadə vuruq hasili əbobu idi. Ortaq olmayan sadə vuruq hasili isə S'dir. S'nin qısa tapılması. Bir dəfə şagirdim imtahanda S'nin tapılmasının qısa qaydası var axı. Əkob böl əbobdur. O durub 2 dənə ədədin əkobunu hesablayıb, sonra əbobunu hesablayıb, sonra əkobu əboba bölüb ki, nədir? S'nin düsturu belədir. Deyirəm ona ki, bəs mən sənə öyrətmişdim axı bunu necə tapırıq? S'nin tapılma qaydası. S nə idi? S ortaq olmayan sadə vuruqların hasilidir uşaqlar. Ortaq olanların hasili əbobdur. Bax, soruşuram. Ortaq olanların hasili əbobdur. Ortaq olmayanların hasili S'dir. Deyirəm ki, sən ədədləri sadə vuruqlara ayırıb, ortaqları atsaydın, yerdə ortaq olmayanlar qalır. Ortaq olmayanları bir-birinə vurmaq S'dir. Çünki ortaq olmayanların hasili S'dir axı. Deyir müəllimə, mən dəqiq olsun deyə yoxlamaq istədim. Dəqiq olsun deyə yoxlamaq deyəndə ki, təsəvvür düşün. Oturmuşsan imtahanda bir əkob hesablayırsan, bir əbob hesablayırsan, bir də onların cavablarını bir-birinə bölürsən. Gör nə qədər vaxt gedib orada. Yəni, bunun qısa qaydası var da. S nə deməkdir? S ortaq olmayan sadə vuruqların hasilidir. Sən 2 ədədi sadə vuruqları ayırırsan, ortaqları atırsan gedir. Orada qalır ortaq olmayanlar. Ortaq olmayanları da bir-birinə vurmaq, S-ni tapmaq deməkdir də.
Amma ortaqları bir-birinə vursan, əbobu tapmaq deməkdir. Bu qədər sadədir. Əbob və əkobun düsturlarına gəlirəm. Əkobu əboba vuranda bu o mötərizənin içindəki AB ədədlərinin eyni olma şərti ilə deyir. Amma əkobu əboba vuranda A vur B-ni verir. Məsələn, əkob 3-4 vur əbob 3-4. Sən durub əkobun 3 ilə 4-ün əkobunu tapıb, sonra 3 ilə 4-ün əbobunu tapıb, aldığın cavabları bir-birinə vurma. Əkob AB vur əbob AB. Elə mötərizənin içindəki A-nı B-yə vursan kifayətdir. A vur B-ni verir sənə. Əkob AB böl əbob AB. Bu AB-lər eyni olarsa ya, birinci əkobun AB-si ilə əbobun AB-si mötərizələrin içləri eyni olsun. Əkob AB böl əbob AB C-ni verir sənə. Əbob AB, AB-nin düsturu nədir? Kök altında AB böl C-dir. Yəni, həm ədədlər hasilini bölük onların ortaq olmayan sadə vurğuların hasilinə. Əkobun düsturu isə kök altında onların üçünü də bir-birinə vurmaqdır. A vur B vur C-dir. Bu düsturları əzbər bilməyə məcbursan. Demək, düsturlar da bu qədər əziz şagirdlər. Bu videonun PDF-ni WhatsApp nömrəmə yazaraq əldə edə bilərsiniz. Burada qalan məsələlərin həlləri, sual və sualın həlli onun altında yazılıb. Oradan baxa bilərsiniz. Başa düşməsəz əgər həllərini WhatsApp nömrəmə yazın, ya da elə YouTube-da şərhlər bölməsinə yazsınız daha yaxşıdır. Çünki şərhlər bölməsinə baxıram. YouTube-da şərhlər bölməsinə yazın. Bunun üçün ayrıca da bir video çəkərəm. Bax, bu məsələlər üçün ayrıca video çəkərəm. Amma yenə deyirəm, buradan çox böyük ehtimal başa düşəcəksiniz. Bir də ki, bu yazılanları əldə etmək üçün WhatsApp nömrəmə yaza bilərsiniz. WhatsApp nömrəsinə yazın. Oradan PDF əldə edəcəksiniz. Bir də bu videoya baxan hər bir kəsdən, bu videodan yararlanan hər bir kəsdən xahiş edirəm ki, videonu like etməyi, kanala abunə deyilsənsə abunə olmağı unutmayın. Hələlik sağ olun, növbəti dərsdə görüşərik.